Müəllim, bir Yaz, şey sormaq istəyirəm başlamamış. buyur. Kurikulumda təxmini neçə mövzu var? Yəni bizim keçəcəyimiz. Qoy baxaq da. Yəni zəhmət olmasa onu bilmək istəyirəm. Qoy çərçivə sənədinə baxaq. Amma elə mövzularımız var ki, biz ona görün burada MİQ Mənim 2026. proqramım var, təbii ki, rahat, yoxsa çatdıram necə mənim proqram? Rəhmətli nəvəsi, sizin qrupla biz proqramı 2 dəfə təkrar edəcəyik. Bax elə ona görə mən təkrarda Burada çatmır. ümumilikdə 41 mövzu verilib, amma 41 deyil də, bu çoxdur. Elə dərs var ki, məsələn, bax, bizi inteqrasiyanı 2 dərsə ancaq yekunlaşdıra bildik. Taksonomiyanı, məsələn, 2 dərsə keçirik. Elə nəzəriyyələr var ki, onun üstündə qalacaq. Məsələn, bax, bu təlim üsulları var, strategiyalar və texnologiya. Onu 3 dərsə keçirik. Yəni, o 1 dərsə keçirilən bir şey deyil. Ümumilikdə belə başa götüründə bir 55 dərs rahat var. Hə, yox, mövzu olaraq 41 dənədir amma. Yəni 41 41 dərsin mövzudur, mövzusu. hə, amma bunu bir hardasa belə deyək də 55 dərsə keçirik. 50 Bəli, bəli, başa düşdüm. 50-55 arası, yəni bunu mənimsəyə də başdan getdi yox. İndi bu bayramı var, ceyranı var, toyu var, Düzdür, yazı düzdür. var. Bunu da nəzərə alanda sizin qrupla mən həmişə deyirəm, bax bunu inanın ki, artıq illərdir özümdə analiz edirəm. Ən yaxşı yüksək nəticə toplayanlar hansıdır? Hazırlıqlara tez qoşulan. Xüsusilə də noyabr, dekabr, ən gecə yanvarda qoşulanlar, yəni daha yaxşı yaza bilər. Nəinki o sonra 2 aya hazırlaşan. Çünki proqram genişdir. Bir var həftədə 4 dəfə tez-tez öyrən. Özünüz görürsünüz də hələ bu rahatlıqla testləri çatdıra bilmirsiniz. İndi onu həftədə 4-5 dəfə keçəndə necə öyrənəsiniz? Ona görə vaxtında hazırlıqlara qoşulmaq lazımdır. İstər ixtisas olsun, istər kurikulum, fərqi yoxdur. Yaxşı müəllimlər, bugün keçirik biliyin növləri və biliyin növləri fəaliyyətin növlərindən keçəcək. Bizim yeni çərçivə sənədinə uyğun olaraq təəssüflər olsun ki, məzmun standartları deyilən bizim bir mövzumuz var idi, kurikulum anlayışları. Bunu çərçivə sənədindən çıxardıblar, amma mənim ürəyim durmadı. Mən sizin üçün PDF-in əvvəlinə bunu artırdım. Qısa məlumat verəcəm ki, bu biliyin növü belə deyək də, bir növ məzmun standartları ilə əlaqəli bir dərsdir. Yəni, məzmun standartının nə olduğunu bilmədən mən necə o biri dərsi keçim? Yəni, onu bilməyən bir müəllim, məzmun standartı nədir? Əsas standart, alt standartı bilməyən digər dərsləri necə bilər? Ona görə ilk öncə başlayırıq məzmun standartlarına. Diqqətiniz məndə olsun, müəllimlər, çox asan, maraqlıdır. İnanın ki, diqqətlə dinləsəz elə dərsdə öyrənəcəyik. Məzmun standartı deyəndə nə başa düşürük? Məzmun standartlarına daxildir, deməli, məzmun xətti, əsas standart, alt standart. Qoyun, burada bir cədvəldə mənim bir köhnə, bizə dəqiqə, burada onun sxemli daha rahat izahı var. Hə, burada tapa bilsəm, tapdım. Baxın, müəllimlər, ekranı görə bilirsiniz. Məzmun standartı nədir? Məzmun standartı bizim o tədris metodik vəsaitlərdə verilən o kodlar var, 3 rəqəmli kodlar. Bu indi nümunədir. 1-1-1, 2-1-1, 3-2-1 və s. Bax, bunun üçünə bir yerdə biz nə deyəcəyik? Məzmun standartları. Burada sxemlə də sizə rahat izahını təqdim eləmişəm. Baxın, bu 3 rəqəmindən birinci nədir? Məzmun xətti. Məzmun xətti. İkinci, əsas standartdır. Üçüncü, alt standartdır. Baxın, üçü bir yerdə nə adlanır? Məzmun standartları. Bax, bunu qarışdırmayın. Bir daha təkrar edirəm. Bu 3 rəqəmin üçünə məzmun standartı deyilir. Birinci məzmun xəttidir. İkisi, bax, bu ikisi bir yerdə olanda olur əsas standart. Sonuncu tək rəqəm olan alt standart adlanır. Bunlar nəyə lazımdır? Bax, bunları biz niyə keçirik? İndi bugün bundan danışacağım sizlərə. Bizə dəqiqə, qoyun bunu bağlayayım, bunu da silim. Məzmun xətti deyirik, müəllimlər. Bax, məzmun xətti deyəndə nə başa düşürük? Həyatdan bir misal deyəcəm sizə. Biri məsələn kitab alır. Getmişsiniz kitab mağazasına, deyirsən ki, kitab satan bir şəxsə, deyirsən ki, bu kitabın məzmunu nədir? Yəni, nədən bəhs olunur? Bu kitabda nələrdən danışılır? Yəni, kitabın ümumi olaraq hansı istiqamətdə sizə məlumat verəcəyi, bax, məzmun xətti budur. Deyir ki, məsələn, bu
romantik bir kitabdır, nə bilim, dedektiv janrındadır və s. Yəni siz bu kitabı artıq məzmun xəttini bilirsiniz ki, mən bu kitabı alanda oxusam, burada belə deyək də hansı istiqamətdə məlumatlar əldə edəcəm. Dərslikdə də belədir müəllimlər. Hər bir fənnin özünün məzmun xətti var. Məsələn, riyaziyyatın məzmun xətti deyəndə ümumi olaraq nə başa düşürük? Yəni, riyaziyyatda biz nə şeir öyrənmirik ki, müəllimlər. Riyaziyyatda məntiqlə nə öyrənəcəyik biz? Hesablama bacarıqları, düzdür? Və yaxud da Azərbaycan dilində. Azərbaycan dili fənninin məzmun xətti nə olacaq? Mənə orada hesablama öyrədəsi deyirlər. Deməli, mən burada dil qaydaları, oxumaq, anlamaq, dinləmək və s. Yəni, bu istiqamətdə məlumat öyrənəcəm. Bax, hər bir fənnin özünün məzmun xətti var. Əsas standartı nədir müəllimlər? Əsas standart məzmun xəttini qismən açıqlayan bir, belə deyək də, anlayışdır. Alt standart isə məzmun əsas standartı açıqlayır. Yəni, alt standart konkret dəqiqliklə nə öyrənəcəyimizi bizə nümayiş etdirir. Məsələn, deyir, dövlət nümunə vermişəm burada. Dövlət nədir? Bizdən nə istəyir? Dövlət deyir ki, hər hansı bir fənni bitiririk. Məsələn, riyaziyyat fənni. Riyaziyyat fənni bitirəndə şagird nə bilməlidir? Gəlin, baxaq, riyaziyyatı bitirəndə biz hesablama bacarığını, riyazi anlayışlardan məlumatımız olmalıdır. Yəni, deyir, şagird nələri bilməlidir və nələri əldə etməlidir, bu fənnin məzmun xəttində göstərilir. Burada belə sadə nümunələr vermişəm. İndi dərsdən sonra PDF-i ataram, daha yaxşı baxarsınız. Məzmun xətti heç vaxt dəyişmir. Ana xətti. Yəni, məzmun xətti heç bir fəndə dəyişmir. Birinci sinifdən ta 11-ci sinifə, bax, bunu diqqətli olun, dəyişmir. Təəssüflər olsun ki, bu dərsi çıxardıblar. Bunu daha geniş formada biz keçən il keçirdik. Bəxtiyar müəllimdir. Bəli. Əsas standart, mikrofonu bağlayın zəhmət olmasa. Əsas standartı nədir? Əsas standart bəzən dəyişir. Bax, dedik, məzmun xətti heç vaxt dəyişmir. Əsas standart isə deyirik, bəzən dəyişir. Bəzən nədir? Bax, özünüzdə qeydinizi aparın. Şagirddə daha mürəkkəb bilik bacarıqları formalaşdıran zaman əsas standart dəyişir. Misal olaraq, deyək ki, şagird 10 dairəsində saya bilir. Bu nə vaxta kimi 10 dairəsində sayacaq? Deməli, bu inkişaf eləməlidir. İnkişaf etmək üçün, daha yuxarı rəqəmləri saya bilmək üçün bu zaman əsas standart işə gəlir. Yəni, şagirddə daha mürəkkəb bilik bacarıqları formalaşdırmaq üçün əsas standart dəyişir. Alt standart isə hər il dəyişir, müəllimlər, hər il. Yəni, bütün fənlərdə birinci sinif, ikinci, 3, 4, 5, ta 11-ə qədər, belə deyək, hər il dəyişir. Bax, bunu da özünüzdə qeyd edin. Burada bir maraqlı nümunə var, Azərbaycan dilinə uyğun bir nümunə vermişəm. Deyir ki, məsələn, məzmun xətti nədir? Bax, 4, 1, 1. Bax, bu bizim nəyimiz olacaqdır? 4, 1, 1. Nədir? Buna nə deyəcək buna? 4, Məzmun standartları. Sağ ol. Bu üçünə biz burada dedik məzmun standartları. Bax, burada indi bunun açıqlaması verir. Buradakı bu 4 var, ha. Nəyi göstərir? Məzmun xəttini. İndi bu Azərbaycan dilindən bir nümunədir. Nədir? Dil qaydaları. Müəllimlər, indi ixtisas müəllimləri daha yaxşı bilir. Dil qaydaları o qədər çoxdur ki, mən nə bilim hansı dil qaydalarından bəhs edeyim. Bax, bu zaman kim köməyə gəlir? Əsas standart. Deyir ki, darıxma, mən sənə kömək eləyəcəm. Zəruri dil qaydalarını bilmək lazımdır. Yəni, vacib dil qaydaları. Gördünüz, dil qaydaları. Hansı dil qaydaları? Zəruri dil qaydaları. Müəllim, kimdəsə mikrofon açıqdır, səs exo verir. Bağlayın da, xahiş edirəm. Mikrofonları bağlayın. Bax, dil qaydaları. Bilmirəm, hansı dil qaydaları. Əsas standart köməyimizə çatır, açıqlayır. Deyir ki, yox, darıxma. Bu zəruri dil qaydalarıdır. Diqqət edin, zəruri dil qaydaları. Yenə orada çoxdur. Mən konkret söhbətin nədən getdiyini yenə tuta bilmirəm. Bu zaman növbəti köməyimizə kim gəlir? Alt standart. Ay yaşa. Alt standart gəlir, daha dəqiq və konkret olaraq açıqlayır. Hansı qaydalar? Deyir, sait və samit səslərin xüsusiyyətləri.
Bu bir ixtisasdan, Azərbaycan dili ixtisasından nümunədir. Bu bütün fənlərdə belədir, müəllimlər. Bütün fənlərdə. Şəxsiyyət məzmun xətti var tarixdə. Hansı şəxsiyyət? Tarixi şəxsiyyət. Hansı tarixi şəxsiyyətlərdən kim? Konkret olaraq. Filankəs, Şah İsmayıl Xətai, Ulu Öndər, Məmməd Əmin Rəsulzadə və digərləri. Bax, alt standart isə hər il dəyişir və əsas standartı dəqiqliyi ilə açıqlayır. Bura qədər sualı olan varmı müəllimlər? Kim nəyə başa düşmədi? Bu əslində Sual yox, belə bir şey deyə bilərəm. Burada verilən 4 məzmun xəttidir. 4-ün yanındakı bir əsas standart, sonuncu bir də alt standart. Yəni onu göstərir də. Orada birin yerinə 2 də verə bilərəm. 4-cü məzmun xəttindən birinci əsas standart, ikinci alt. Bu bir nümunədir müəllimə. Bu indi 4-1-1-dir. Düzdür? Bu ola bilər məsələn 3, nə bilim 2-1, nə bilim 4-1-1 və başqa, nə bilim 4-2-1. Bu sizə dövlət tərəfindən verilir. Bunu özümüz yazmırıq. Bunu dövlət tədris metodik vəsaitlərdə bizə göndərir. Burada rəqəmlər dəyişə bilər. Yəni bunu dövlət özü bizə göndərir. Ki konkret olaraq. İndi yenə deyirəm, sağ olsunlar. Biz əvvəllər keçirdik ki, alt standartdan nə çıxardırdıq? İndi görüm köhnələrdən kim var? Alt standartdan da təlim məqsədi çıxardırdıq. Təlim məqsədi. Mikrofonları bağlayın. Alt standartdan da təlim məqsədi çıxardırdıq ki, o da təlim məqsədi də alt standartı daha da açıqlayırdı. İndi bu proqramda yoxdur, keçmirik, amma ümumi məlumat verdim ki, biləsiniz. Niyə məlumat verdim? Biz nə idi bu gün dərsimiz? Biliyin növləri və fəaliyyətin növləri. Baxın müəllimlər, məzmun standartı 2 hissədən ibarətdir. Bax, dərsimiz biliyin növləri buradan başlayır. Məzmun standartı 2 hissədən ibarətdir. Bilik hissəsi, fəaliyyət hissəsi. İndi bax, bu müəllim əgər məzmun standartı nədirsə, bunu bilmirsə, mən necə bu biliyin növünü izah edə bilərəm? Ona görə mən məcbur oldum ki, bunu sizə izah edeyim. Deməli, məzmun standartı 2 hissədən ibarətdir. Məzmun standartı nə idi? Bax, o 3 rəqəmli kodun bizi buna dedik məzmun standartı. Gəlin burada baxaq müəllimlər. Burada bir nümunə var. Azərbaycan dili nümunəsidir. Yenə deyir ki, sadə cümlənin növlərini fərqləndirir. Bu nədir? Bax, buna nə deyəcək biz? Məzmun standartı. Görsən, 3 rəqəmlidir. Sadə cümlənin növlərini fərqləndirir. Diqqət edirsə, bax, mavi ilə yazmışam. Mavi nə olacaq müəllimlər? Bilik hissə. Məzmun standartı 2 hissədən ibarətdir. Bilik hissəsi, fəaliyyət hissəsi. Necə bunu fərqləndirəcək? Nəyi sualına cavab verirsə, bax, özünüzdə qeydlər aparın. Nəyi sualına cavab verən hissə olacaq bilik hissəsi. Nə edir? O artıq fəaliyyəti göstərir. Hissəsi olacaq fəaliyyət. Gəlin, indi bax, bu alt standarta baxaq. Məzmun standartı var. Sadə cümlənin növlərini, nəyi? Sadə cümlənin növlərini. Nə edir? Fərqləndirir. Bax, gördünüz, məzmun standartı 2 yerə ayrıldı. Fəaliyyət hissəsi, bilik hissəsi. Bilik hissəsi nəyi sualına cavab verir? Fəaliyyət göstərən hissəsi isə nə edir sualına cavab verəcək. İndi kimsə mənə könüllü öz ixtisasından bir alt standart desin və onu belə deyək, həm bilik, həm fəaliyyət hissəsini mənə izah versin. Könüllü, ürəkli kim var burada belə? Müəllim. Buyur Elşanə müəllimə. Məsələn, deyə bilər ki, natural ədədləri oxuyur və yazır. Nəyi? Natural ədədləri. Burada bilikdir, yazır isə, oxuyur, yazır isə fəaliyyətdir. Afərin, afərin. Bax, bu biliyin nə oldu? Deməli, məzmunstanda, bax, rənginə uyğun da vermişəm ki, nümunəni daha yaxşı görəsiniz. Mavi hissə bilikdir, fəaliyyət hissəsi Hərəkət deməli, varsa yaşı fəaliyyət. rəngidir. Ay, sağ ol. Bunu belə rahat şəkildə fərqləndirəcək. Müəllimlər, bilik, bax, bu özü də 2 yerə ayrılır. Deməli, ümumiyyətcə, bax, bu biliyin növləridir, fəaliyyətin növləridir. Biz bundan danışanda 2 istiqamətdə danışacağıq. Məzmun standartını dedik də, bilik hissə, fəaliyyət hissə. Bilik hissəsi özü nədir? Biliyin neçə növü var? 4 növü var. Faktoloji bilik, konseptual bilik,
prosedural bilik, metakognitiv bilik. Kognitiv deyil, bəzən bunu səhv deyirlər. Faktoloji, buna deklarativ bilik də deyirik. Konseptual, prosedural, metakognitiv. Bunu indi geniş keçəcəyik. Bax, bunu bəzən proqramda fəaliyyət hissəsini keçmirlər. Amma biz bunu bir hissəsini, izahını verib, digərini verməyə bilmərik. Gəlin qısa fəaliyyət hissəsinə baxırıq. Müəllimlər, fəaliyyət hissəsi özü də 3 yerə ayrılır. İdraki fəaliyyət var, ünsiyyət fəaliyyəti var, psixomotor fəaliyyət var. Bax, heç PDF-i keçmədən bir-iki cümlə ilə hərəsinin izahını verəcəm. Diqqətiniz məndə olsun. İdrak deyəndə nə başa düşürük? Kim deyər? İdrak deyəndə. Şuur da qavrama qabiliyyəti. Ay yaxşı, ay sağ ol. İdrak nədir? Başımız, beynimiz, bu baş. Burada sizin üçün bir maraqlı şəkil də qoymuşam. Bax, idrak fəaliyyəti zehnində baş verir insanın. Buna biz nə deyəcəyik? Deməli, bu idraki fəaliyyətdir. Yəni, beyin ilə görülən, düşünülərək atdığımız addımlar idraki fəaliyyət olacaq. Yəni, məsələn, bir insanın düşünməsi, nəyəsə oxuyub anlaması, hər hansı belə deyək də bir məsələ ilə bağlı biz araşdırma aparırıq, təhlil aparırıq, analiz edirik. Təhlili əlimizlə aparmırıq ki, başımızla aparırıq da beynimizlə. Bax, anlama, başa düşmə, qavrama, təhlil etmə, fərqləndirmə və s. uzada bilərik. Bunlar nə olacaq? İdraki fəaliyyətdir. Əsas xüsusiyyətlərinə bax, burada vermişəm. Şagirdim, biz dərs danışırıq və indi məsələn, mən burada dərs danışıram, siz məni dinləyirsiniz və dinlədikcə nələrsə anlayırsınız da, düzdür, bax bu nədir? Sizin bu dəqiqə məni dinləyib başa düşməyiniz sizin idraki fəaliyyətinizdir. Anlamağınız, nəyəsə fərqləndirməyiniz. Gəlin nümunəyə baxaq. Deyir, şagird musiqidə ritmin nə olduğunu oxuyur və başa düşür. Yəni, ritm deyil, deməli, neyinir? Anlamasa başa düşməz. Bax, bu bizə taksonomiyada lazım olacaqdır, müəllimlər. Anlamadan, orada mərhələlərdə. Sonra, riyaziyyatda misalın niyə belə həll olunduğunu izah eləyir. Bu, izah eləmək deməli, bunu analiz aparıbdır ki, izahını verir də. Və yaxud da tarixdə iki dövrü müqayisə edir. Müqayisə etmək idraki fəaliyyətdir. Qısacası onun tərifini belə bir şey hazırlamışam. İdraki fəaliyyətində nə başa düşürük? İdraki fəaliyyət bərabərdir. İnsanın düşünməsi, anlaması, başa düşməsi, təhlil aparması. Bu idraki fəaliyyətdir. Ünsiyyət fəaliyyəti nədir? Bax, bizim bu dəqiqə indi sual-cavab prosesimiz. Yəni, bir insanın danışması, dinləməsi, əməkdaşlıq aparması, hər hansı bir, deyək ki, debatlarda fikir mübadiləsi aparması, müzakirə etməsi ünsiyyət bacarığıdır. Yəni, ünsiyyət, danışmaq, diyaloq. Bu ünsiyyatı fəaliyyətdir. Burada nümunələrə baxırıq. Dərsdə əl qaldırıb fikir söyləmək. Məsələn, mən indi sizə sual verirəm, siz mənə oradan cavab verirsiniz. Deməli, siz hansı fəaliyyəti həyata keçirirsiniz? Ünsiyyət fəaliyyətini. Hə, ünsiyyət fəaliyyəti idraki fəaliyyət olmadan edə bilərikmi? Yox. Dərsi anlamasaydınız, başa düşməsəydiniz, suala cavab verə bilərsinizmi? Yox. Deməli, mütləq idraki fəaliyyət olmalıdır. Və onun əsasında ünsiyyət fəaliyyəti. Ümumiyyətlə, bu fəaliyyət üçü də zəncirvarı bir-biri ilə əlaqəlidir. Və gəldik sonuncu fəaliyyət psixomotor fəaliyyətdir. Psixomotor taksonomiya var idi. Çox maraqlı dərs idi. Təəssüf ki, proqramdan çıxardıblar onu da. Psixomotor nədir müəllimlər? Hərəki fəaliyyət deməkdir. Bunun loru dildə belə izahını verin də siz. İnsan idraki fəaliyyəti ilə, yəni beyni ilə düşündüyünü əzələ hərəkətləri vasitəsilə reallaşdırır. Mən indi sağ əlimi qaldırmaq istəyirəm. Mən hansı fəaliyyəti reallaşdırdım? Hərəkət. Sizə dəqiqə. Mənə bir-bir cavab verin. Qoyun mənə cavab versin, səbirli olun. Əfsanə Abdullayeva. Mən sağ əlimi qaldırmaq istəyirəm. Hansı fəaliyyətdir? Əfsanə Abbasova. Müəllim fikrə gedir. Mən səs bağlıydı, açamadım. Hərəkət fəaliyyətinə. Əlimi qaldırmışam mı? Gördün mü əlimi Hərəkət yuxarı edirəm. Gördünüz əlimi yuxarı qaldırdım. Heç kim deməsin Hə, yerdən, xahiş edirəm. Mən gördünüz əlimi qaldırdım. Yox, görmədim. Yox. Nə olacaq onda? Heç kim yerdən danışmasın.
Bunu istəyirəm ki, başa düşəyini, əzbərləmək mənim zəhləm gedir. Əzbərləməklə iş olmur. Dərsi anlamaq lazım. Mən iki əlimi də yuxarı qaldırmaq istəyirəm, əfsanə müəllimi. Mənim hansı fəaliyyətimdir? Düşüncə, təfəkkür, idrac. Ay, niyə qorxursan? Qorxaraq cavab vermə, ürəklə cavab ver. Bəli, idraki fəaliyyətdir. Hələ beynimdə düşünürəm bunu. Amma bax, bunu indi sizdən soruşdum. Bu hansı fəaliyyətdir? Bax, indi bizim bu dəqiqə baş verən. İnsiyyət. Fəaliyyət. Ay, sağ. Mənə bax, iki əlimi də qaldırdım. Hansı fəaliyyətdir? Psixomotor. Psixomotor. İndi başa düşdünüzmü ki, necə biri-biri ilə zəncirvarə əlaqəlidir müəllimlə? Bax, Bəli, mən. idraki fəaliyyət nədir? Düşünürəm. Mən su içmək istəyirəm, gedib mətbəxdən su gətirmək istəyirəm. Bu nədir? İdraç deməlim bu. Niyə? İdraç. Düşünürəm. Düzdür? Hələ eləmirəm. Amma durdum ayağa, getdim mətbəxə. Su gətirdim. Hərəkət elədim. Bu nə olacaq? Psixomotor fəaliyyət. Deməli, psixomotor fəaliyyət nədir? Psixomotor fəaliyyəti testlərdə, seçəndə nəyə diqqət eləyəcəyik? Hərəkətə. Hərəkət varsa, psixomotor fəaliyyət. Reallaşan hərəkət. Bəli. Aydındır müəllimlər. Davam edirik. Psixomotor fəaliyyətin Müəllim, üzr istəyirəm. Mən Buyur. bunu bilsiz Azərbaycan dilində necə, yəni dilimə uyğun olaraq necə şey edirəm? İdraçini konkret, ümumi və konkret və mücərrəd isimlər var da. Gözlə görülməyən idraç eləyirəm. Gözlə görülüb hərəkəti psixomotor. Yox, gözünə, hə, elə də indi hərənin öyrənməsi bircə. Nə cür öyrənirsiniz, öyrənin. Bizcə mənimsəyin, başa düşün, əzbərləməyin. Əzbərlədirsə, Belə olanda rahat gəldi mənə. sizə belə bir şey deyim. Bax, mən niyə dəli deyiləm ki, bu yaşımda durum, sizin qabağınızda əlimi qaldırım. Deməli, bunu istəyirəm ki, mahiyyətini praktiki olaraq başa düşün. Testlərdə də beyninizdə canlandıracaqsınız. Bax, 2 vur 2. Neçədir mənim bu klassik misalım? Həmişə bundan misal 4. Bunu əzbərlədin. Gecə saat 2-də də soruş. Bax, dili söz tutan uşağa da əzbərlədə bilərik. Amma soruşsan ki, ay balaca, məsələn, başa düşməyən, bu 4-ün içində neçə dənə 1 var, onu bilməyəcək. Neçə dənə 2 var, neçə dənə 3 var, onu bilməyəcək. Sadəcə əzbərləyəcək. Bax, bizim bəzən səhvimiz nədir? PDF-i qabağımıza qoyuruq, mükəmməl əzbərləyirik. 2 vur 2, 4 olduğu kimi. Amma 4-ün içində neçə dənə 1 olduğunu, neçə dənə 2 olduğunu bilmirik. Ona görə əzbərləmək yox, dərsi praktiki mahiyyətini anlamaq lazımdır. Psixomotor fəaliyyət oldu, hərəkət. Ünsiyyət bu dəqiqə, bax, bizim diyalogumuzdur. Burada ünsiyyət var, danışırıq. İdraç fəaliyyət nədir? Zehnimizdə olan düşüncəmizdir. Üçü də bir-biri ilə sıx əlaqəlidir. İndi bu üçü danışdığımız fəaliyyətdir. Deməli, məzmun standartının fəaliyyət hissəsini başa düşdük, ümid edirəm. Yaxşı müəllimlər, indi davam edirik nə? Hə, bir qısa bir şey də deyəcəm müəllimlər. Əslində bu heç bir dərslikdə yoxdur. Məlumat üçün yazmışam PDF-də ki, biləsiniz. Psixomotor fəaliyyət özü də 2 yerə ayrılır. Kiçik motor bacarıqlar, böyük motor bacarıqlar var. Məsələn, mən yazı yazıram. Elə bədənim yerində sabit durmuşam, bax burada yazı yazıram. Mən bir dənə görürsünüz belə-belə edirəm. Və görürsünüz belə-belə. Bu nə olacaq? Kiçik motor bacarıq. Ay, sağ ol. Dururam yerimdən başlayıram qaçmağa, atlanıb düşməyə. Bu nə olacaq? Kiçik motor bacarıqlarla böyük motor bacarıqlarını da necə fərqləndirəcək? Hərəkətə görə. Kiçik motor bacarıqlar birinə belə eləyirsən, göz vurursan, dil çıxardırsan, başınla salam verirsən, təsdiq edirsən. Bunlar nədir? Kiçik motor bacarıqlar. Amma qaçmaq, tullanmaq, rəqs eləmək, bunlar böyük motor bacarıqları adlanacaqdır. Belə, bura qədər sualı olan, nə isə başa düşməyən, kimsə varsa utanmasın, çəkinməsin, soruşsun, təkrar bir də izah verək, bir də nümunə deyək. Yox, indi test işləyəndə görəcəm, yaman sakit durub. Asandır mənim. Görək də, görək asan. Asan gəldi. Mənə indiyənə qədər asan da olmayıb. İndi inanmıram ki, mən bunu unutam. Allah canınızı sağ eləsin. Mənim də istədiyim odur ki, bax, əzbər yox, bu şəkildə praktik öyrən. Bu bizim oldu fəaliyyət. Bunu qatladıq, qoyduq bir kənara. Gəldik, Mən bir şey Kərəmi. soruşa bilərəm. Bəli.
İndi o imitasiya, manipulyasiya bunlar bu psixomotorun O növləridir. tür necə imitasiya, onlar psixomotor taksonomiyanın növləridir. Onlar artıq çıxarıldı, yoxdur. Daha getdi onlar. İndi Yeni biz bu çərçivə psixomotor sənəti. sadəcə o həmənki eyni deyil ondan. Hə, psixomotor fəaliyyət də hərəki bacarıqlardır, bəli. Onunla da biz onu da maraqlı dərs idi. Yəni mən indi burada psixomotor fəaliyyət deməyəcəyik də. Biz buna psixomotor fəaliyyət deyəcəyik. Psixomotor taksonomiya qaldı, onu da keçməyəcəyik. Bu fəaliyyətdir. Aşağı yuxarı bəli, eyni taksonomiyanın qısa versiyasını elə burada keçirik. Bildim mən, çox sağ ol. Siz sağ olun. Gəldik müəllimlər, deyir o Kərəmi ağlamağı tutan yerinə, biliyin növləri. Dərsi dinləyəndə deyəcəksiniz, anne asan demiş. İndi testlərdə amma biraz qarışdırırım. Bilik nədir? Ümumiyyətlə, biliyin növləri deyiriksə, biz hələ biliyin nə olduğunu bir bilək görək, növünü də sonra öyrənərik. Hələ bir biliyin özünü bilək. Bilik nədir müəllimlər? Bax, siz bu dəqiqə nə əldə eləməyə çalışırsınız? Elə bir Bilik. Öyrəndiyimiz hər bir şey, öyrəndiyimiz nə varsa, o bilikdir. Məsələn, yemək bişirmək öyrənirsiniz, hər hansı bir yeməyin bişirmə qaydasını. Ütü, paltar ütüləmək, bax, o özü də bir bilikdir. Yəni, nə isə öyrənirsə, bu bilikdir. Təcrübə qazanırıqsa, bu bizim bilimizdir. Hə, bu bilik harada formalaşır? Daha doğrusu, harada yerləşir? Yuvası haradır? Beynimiz. Yəni, insanın yaddaşında olan bir. Bu oldu bilik. Hə, indi bu biliyin növlərinə baxacağıq. Deməli, məşhur tədqiqatçılardan olan Andersonla Kraslov, Benjamin Bloom'un həm deməli şagirdləri olub, həm tələbəsi olublar. Anderson deməli şagirdi olub, Kraslov həmkarı olubdur. Bu ikisi birləşib 2001-ci ildə, indi keçəndə deyəcəm onu da, Bloom taksonomiyasını dəyişiblər. Anası ölmüş, 56-cı ildə taksonomiya yazıb, sonra bu ikisi baxıb ki, bu taksonomiya müasir elmlə ayaqlaşmır. Nəsə düzdür, 2001-ci ildə taksonomiyanı dəyişdilər. Amma hörmət əlaməti olaraq, dedi, bir müəllimimiz olub, dostumuz olub, bu elə Benjamin Bloom'un adından qalsın. Yəni, bizim bugünkü gün müasir öyrəndiyimiz taksonomiya, tətbiq etdiyimiz taksonomiya hazırda Andersonla Kraslovundur. Sadəcə hörmət əlaməti olaraq Benjamin Bloom'un adı ilə qalır. Deməli, bu ikisi, bu rəhmətliklər, ikisi də ölübdür. Bu rəhmətliklər bekar dayanmayıblar, biliyin növlərini də araşdırıblar və araşdırıblar ki, biliyin 4 növü var. Amma mən unutdum. İndi kim deyə görün biliyin hansılarıydı bu 4 növü? Kim bilir? Mən bilmirəm. Mənim faktoloji, Konseptual, prosedural, Ay maşallah, ay maşallah, afərin. Deməli, bu rəhmətliklər araşdırır ki, biliyin 4 növü var. Faktoloji, konseptual, prosedural, metakognitiv. İndi gəlin ona baxaq, görək, faktoloji bilik, konseptual, prosedural, metakognitiv bilik nədir? Mən indi sual vermək istəyirəm burada kimə? Gülşən Qasımova var, Gülşən müəlliməmizə. Gülşən müəllimə, faktoloji bilik nədir? Faktoloji bilik elə adından məlumdur, faktlara əsaslanır. Yəni, faktlar, yəni biz qaydalar öyrənirik, bunlar. Bir nümunə deyə bilərsinizmi mənə? Bir nümunə, məsələn, təsviri incəsənətdə müxtəlif qaydalar var da. Rəhmətli nəvəsi, niyə dərinə gedirsən? Azərbaycan paytaxtlarıdır. Hə. Niyə? Bax, misal da deyən kimi, hamı gedir, sandığın o dibinə girir, o çətindən bir, ən asandından deyin də, əlimizin altında olanı. Azərbaycan paytaxtı Bakı şəhəridir. Biz bugün indi haradayıq Bəxtiyar müəllimin Zoom dərsində, faktdır da. Deməli, müəllimlər, faktoloji bilik nədir? Biz faktoloji bilikdə heç nə iş görmürük. Bax, oturduğumuz yerdə, əlimiz, qolumuz cibimizdə, belə rahat, hansısa hazır məlumat xarakterli informasiyanı beynimizdə yerləşdiririk. Yəni, əzbərləyirik. Faktoloji bilik məlumat xarakterli bir bilikdir. Bloom taksonomiyasının birinci mərhələsi, yadda saxlamaq mərhələsinə uyğun gəlir. Nədir müəllimlər? Bax,
faktlara əsaslanan məlumatlar. Azərbaycanın prezidenti kimdir? Cənab Prezident İlham Əliyev. Bunu mən özümdən demirəm ki, özümdən uydurmadım ki, bu faktdır da. İndi hava gecədir. Özümdən demirəm ki, görürsünüz, bax, faktlara, reallıqları əks etdirir. Faktoloji bilik özü də müəllimlər iki yerə ayrılır. İndi bunu mənə adını çəkəcəyim adam desin. Müəllim bir xahiş şey edirəm. deyə bilərəm. Buyur. Müəllim, faktoloji bilik cavabını almaq istədiyimiz suallar əsasında formalaşır. Belə də deyə bilərik. Cavabını almaq istədiyimiz Suallar əsasında formalaşır. suallar Yəni, əsasında ola bilər, elə də deyə bilərik. Yəni bu bəzən sualın cavabı səhv də ola bilər. Faktoloji biliyə uyğun olaraq cavab verə bilərsən, amma səhv ola bilər. Yəni bunu tam da elə deməyək də, belə deyək. Məsələn, Azərbaycan paytaxtı Gəncədir. Gəncə var, faktdır, elə bir şəhər var, amma Azərbaycan paytaxtı deyil. Yəni fakt olmağı sualımızın doğru cavabı anlamına gəlmir. Gərək o sualla bir-birinin təzad təşkil eləməsin də, bütövlük təşkil eləsin. İki növü var faktoloji biliyin. Hə, testlərdə biz bunu deklarativ biliklə görəcəyik. Hə. Hansıdır? Faktoloji biliyin iki növü var. Terminoloji və spesifik biliklər. Ay, sağ ol. Terminoloji və spesifik xüsusiyyəti. Gəlin indi buna açıqlama verin. Allah hamınıza sağlam ömür versin. Həkimə gedəndə, görürsünüz, həkim danışanda heç nə başa düşmürük. Niyə başa düşmürük sizcə? Çünki terminlərdən istifadə edir həkim. Sahəsinə uyğun terminlərdən istifadə edir. Çünki terminlərlə danışır. Terminoloji nədir müəllimlər? İxtisasa uyğun olaraq oradakı ifadələrdir. Məsələn, deyir ki, ürəyini öxo elə. İndi öxo nə idi Allah görəsən? Mən nə bilim öxo nədir? Bunu kim bilir? Həkim. Və yaxud da hər ixtisas müəllimi özünə uyğun istifadə etdiyi fənlər. Məsələn, fizikada deyir elektronlar, nə bilim kimyada deyir molekullar, kalsiyum, natrium, xlor. Bunlar nədir? Termin ifadələrdir. Bəzən termin ifadələri o qədər çətin olur ki, yəni onu ixtisasını biləndən başqa ifadə etmək belə çətin olur. Qaydalar, prosedurlar. Məsələn, bax gəlin indi qoyun PDF-ə gələk. Bir də buralarını dedim sizə. Dəqiq məlumatlardır. İki növü var, spesifik. Məsələn, Azərbaycan dilindən elə buradakı nə? Fonetika, coğrafiyadan, litasfer. Bax bunlar termin ifadələrdir və o ixtisasa aid olan peşə sahibləri bunu mükəmməl bilir. Spesifik bilik nədir müəllimlər? Belə deyək də, hər hansı qayda, prosedurun loru dildə deyirəm, başa düşün, açıqlamasını. Bax, bir şeyin açıqlaması onun spesifik xüsusiyyəti deməkdir. Gəlin bir ifadə işlədək, ixtisasa uyğun olaraq bir müəllimimizdən kimə söz verin burada. Məsələn, Lamiyə Əliyeva var. Lamiyə müəllimə, ixtisasınıza uyğun bir termin işlədin, zəhmət olmasa. Salam, axşamınız xeyir olsun. Axşamınız xeyir. İxtisasım kimyadır. Kimyadan termin molekul olsun, atom, radius molekul. Diqqətlə dinləyin. Lamiyə müəllimə, məni dinləyin. Molekul nədir müəllimə? Nə o, hansı biliyin növünün hansı xüsusiyyəti olacaq? Molekul olacaq terminoloji. Heç kim kömək eləməsin. Heç kim kömək eləməsin. Molekul bölünən hissəcikdir. Desək, o olur spesifik. Ay yaşa. Molekul nədir? Terminoloji ifadədir. Mən nə bilim, tövbə burada çoxumuz bəlkə də nə olduğunu bilmirik. Amma elə içi bir deyək ki, mən qarşı. İndi siz mənə izah edin görün, molekul nədir? Molekul atomlardan təşkil olunub. Yəni, uşağı izah edəndə belə izah edirik. Maddənin xassəsinin özündə saxlayan kiçik hissəcikdir. Yəni, atom desək, ona deyərik bölünməyən ən kiçik hissəcik. Amma molekul maddənin ümumi nə xassəsi varsa, onu özündə daşıyan kiçik hissəcikdir. Deməli, siz nə elədiniz indi bizə? Terminolojidən keçid elədiniz nəyə? Spesifik xüsusiyyətinə. Bax, hər hansı bir qaydanın, prosedurun açıqlamasını verirsə, onun spesifik xüsusiyyətlərini. Adi, bax, bu spesifik bilik deyəndə gündəlik həyatımızda da bu ifadəni işlədirlər. Bəzən tez-tez rastlaşır. Deyirlər, onu spesifik eləyən nədir? Bax, deyirlər ki, filan kəs. Deyirlər, filan kəsin spesifik xüsusiyyəti nədir ki onu? O deyir ki, çox zəhərkardır, çox tələbkardır. Məsələn,
Filankəsi spesifik eləyən, yəni özəlləşdirən, ona xas olan xüsusiyyətləri nə olur? Spesifik. Bax, bu da biliyin növündə elədir. Yəni xüsusiyyətləri. Bəli. Məsələn, isim nədir? İsim termindir. İsim nəyə Termindir. deyilir? İsmin açıqlamasını veririk. Əşyanın Sayın, adını feilin. bildirəm. Yaşayan adını bil. Məsələn, Pifagor teoremi. Bu nə olacaq? Faktoloji biliyin. Faktoloji biliyin, terminoloji biliyin. Pifagor, nə bilim? Hə, indi onun açıqlamasını veririk. Düz bucaqlı üç bucaqda hipotenuzun kvadratı katetlərin kvadratları cəminə bərabərdir. Bu onun nəyi Hə. oldu? Spesifik. Spesifik xüsusiyyətləri. İndi bilmirəm, tərif o vaxtdan yadımda qalandı, şagird vaxtında. Düz dedim, səhv dedim, bilmirəm. Bəli. Hə, bu nə oldu? Spesifik xüsusiyyətdir. Çətin deyil ki, müəllimlər faktoloji bilir səslənir. Xeyr, müəllim. Çətindirsə də artıq asandır. Bax, spesifik xüsusiyyətləri testlərdə bir məqamı da deyəcəm. Testlərdə yazıcı, şair, tarixi şəxsiyyət, rəssam nə gördüsə spesifik xüsusiyyətdir. Məsələn, deyirəm ki, Şah İsmail Xətai, məsələn, belə deyək, indi bildiyimdən dəqiq deyim. Nizami Gəncəvi neçənci ildə anadan olub? 1141, 1209-da da dünyasını dəyişir. Bu, mənə görə belədir. Xalid müəllimə görə fərqlidirmi? Yox, faktdır da bu. Mən deyirəm 1141-dədir. İndi Xalid müəllimə görə 1142-də anadan olmayıb ki. Yəni, bu faktdır da 1141-də anadan olubdur. Bax, bu nədir? Faktoloji bilikdir. İndi faktoloji biliyin hansı xüsusiyyətidir desək, nə götürəcəyik? Spesifik. Ay, yaşa. Niyə şairdən, yazısıdan, şəxsiyyətdən danışırıqsa, şeirdən, ədəbiyyatdan, poeziya, bundan danışırıqsa, spesifik xüsusiyyətini götürəcəyik. Yaxşı, müəllimlər, gəlin, bax, burada cədvəldə bir qısa maraqlı nümunələrimiz var. Ondan bir yola çıxaq. İxtisaslara uyğun nümunələrdir. Azərbaycan dilindən deyir, feilin zamanları işin nə zaman icra edildiyini bildirir. Bax, görsən, açıq. Feil özü nədir? Feil özü terminoloji. Terminolojide müəllim qısa olur. Qısa konkret. Spesifikdə ətraflıca. Feil terminoloji bilikdir. İndi feil nə olan bir şeydir? Deyirəm ki, prosesin nə zaman olduğunu. Deməli, açıqladım. Neynədim? Onu feilə xas spesifik xüsusiyyətini dedim. Məsələn, indi deyirəm ki, Çinarə müəllimənin spesifik xüsusiyyəti nədir? Çinarə müəllimə, bayaqdan maşallah aktiv iştirak edirsiniz. Buradayım müəllim. Hə, Çinarə müəlliməmizin spesifik bir xüsusiyyəti var. Adam bütün dərslərdə daha aktivdir. Daha həvəsinə iştirak edir. Amma bəzi müəllimlərimiz təəssüf ki, biraz utanır, çəkinir. Bax, hərənin bir öz xüsusiyyəti var. Sonra ixtisasımıza uyğun baxırıq. Deyirəm ki, cəm nədir müəllimlər? Cəm, riyaziyyatda. Termindir. Deyirəm ki, toplananların yerini dəyişəndə cəm dəyişir. Spesifik biliydim. Və bu qayda ilə davam edir. Mən sizin çox vaxtınızı almaq istəmirəm. PDF-i ataram, baxarsınız, onsuz da qruplarımıza göndərəcəyik. Baxın, bizə dəqiqə bunu silim. Hər fənnə uyğun nümunə var, müqayisəli şəkildə. Bütün fənlərə uyğun burada var. Ümid edirəm ki, bura qədər rahat başa düşdük. Faktoloji bilik nədir? Çətinliyimiz də yoxdur, düzdür? Bəli. O bəli deyən kim idi? Mən, Çinarə müəllimə. Siz deməyin də, bu görək başqa kim var bu sakit duranlardan? Tamam İsmailova. Bəli, axşamınız xeyir. Axşamınız xeyir. Faktoloji bilikdən çətinliyimiz varmı? Xeyr, başa düşdüm aydın. İndi onu görəcək. Faktoloji biliyə aid bir nümunədir ixtisasınızdan. İxtisasımdan deyim, ən çox spesifik və terminolojiyə uyğun olaraq. Məsəl üçün, bizdə tikiş sənayesində furnitur var. Furnitur burada terminoloji bilikdir. Məsəl üçün, deysəm ki, furniturun ən qədim, yəni sulu düymədir, ən qədim növü. Burada artıq düymə spesifikdir. Düymə özü də haradasa belə deyək də, belə düymə nədir? Furnitur ümumiyyətlə tikiş sənayesində köməkçi vasitədir. Çoxdur furniturlarımız. Bax, bu deməli furniturdur, nədir? İndi mən bilmirəm. O terminolojidir.
Onun xüsusiyyətlərini açıqlayanda olacaq spesifik xüsusiyyətləri. Yaxşı, Könül Baxşıyeva, çox sağ ol müəllimə. Könül Baxşıyeva. Könül Baxşıyeva. Vüsalə Zamanova. Bəli, axşamınız xeyir müəllim. Axşamınız xeyir. Vüsalə müəllimə, məzmun standartlarına nələr daxildir? Məzmun standartdan alt, bir də əsas standartlar. Alt standart, əsas standart. Əsas standart. İkisi daxildir, düzdürmü? Bəli. Və bunun anası olsun, biri heç kim deməsin. Bu yetimin biri qaldı hardasa. Məzmun standartlarına Heç kim deməsin, heç kim. Məzmun standartlarına nə daxildir? Siz deyin, mən bir su için. Aha. Mənim o əlinizdə yendirin. Heç kim deməsin, heç kim. Bax, dərsə əvvəldən qoşulmuşdunuz müəllimə, yoxsa sonradan? Yox, yarı gəlmişəm. Mən biraz olan Yaxşı, onda günah məndədir, eyb yox. Siz əvvəldən qoşulmalıydınız. Yaxşı, onda diqqətlə dinləyin, qoy görək burada kim var? Mətanət Ağıyeva. Bu görək, nə oldu bayaqdan? Bəli, belə hay-küy öyrəndik. Hanı öyrəndik? Müəllim, mən deyim. De, xəyalədir deyəsən. Məzmun xətti, əsas standart, bir də alt standart. Ay, sağ ol. Bax, müəllimə, bayaqçı müəlliməmiz. Məzmun standartlarına daxildir məzmun xətti, əsas standart, alt standart. İndi xəyalə müəllimə, siz mənə deyin görün, bunun hansı hər il dəyişir? Bu üçündən hansı hər il dəyişirdi? Hər il dəyişir, bir şey dəqiqə. Alt standart. Alt standart dəyişməlidir məncə, səhv eləmirəmsə. Mətanət müəllimədir. Bayaq üzrlü sayına çıxdım. Eybi yox. Deyəsən, yoxsa dəqiq o dəyişir. Mən də bilmirəm, dəqiqləşdirmək istəyirəm. Hər sinifdə dəyişir. Alt standart hər il dəyişir. Bu dəqiqdirmi? Bəli, bəli. Bəlkə dəyişmir. Tam belə bilin, necə deyim, tərəddüd edirəm, ona görə utanıram da. Məni niyə dinləmirsiniz? Niyə bir vərəqə orada mən danışanda yazmadınız? Yox, kitab da yanımdadır. Bəli, müəllimlər, alt standart hər il dəyişir. Bunu qeyd edin özünüzdə. Alt standart hər il dəyişir. Biri var idi, elə bir keyfinə düşəndə dəyişirdi. Deyirdi, arada bir dəyişir. Deyim müəllim. Müəllimlər, bir-bir, xahiş edirəm. Əl qaldırın, mən sizə söz verim. Hamımızda kim dinləyəcək? Əsas standart dəyişir, fəaliyyət formalaşanda artıq şagirddə əsas standartı dəyişilir. Bəli, əsas standart deyirik, hərdən dəyişir. Nə zamanında bu hərdən dediyimiz nə vaxtı? Şagirddə daha mürəkkəb bilik bacarıqlar formalaşdırmaq. Məzmun xəttidə kişi oğlu kişidir də, deyir, mən dəyişməyəcəm. Mövqeyimi tutmuşam, heç vaxtda da dəyişmirəm. Bax, bu şəkildə bunları öyrənirik. Gəldik, daha diqqətlə qulaq asın, qeyd aparın. Öldüm, dilim mazol oldu deməkdən. Yazın, qeydlər götürün. Konseptual biliyə. Konseptual bilik nədir müəllimlər? Biz faktoloji bilikdə dedik, hazır informasiyanı ötürdük beynimizə. Elə bir ki, bulaqdır, bulaqdan suyu götürdük, bir qaba yığdıq. O qab bizim beynimizdir, doldu. Hazır informasiya, bir qab su var. Bax, bu faktolojidir. İndi konseptual nədir müəllimlər? Anladığını nümayiş etdirmək. Yəni, bax, konseptual biliyin anlama Bloom taksonomiyasının anlama mərhələsinə uyğundur. Bunun lori dildə nədir? O faktoloji bilikdən öyrəndiklərimizi öz başa düşdüyümüz şəkildə, özümüzə məxsus dildə izah eləməyimiz konseptual bilikdir. Siz ali təhsil almışsınız, universitetdə oxumusunuz, diplomunuzu almışsınız, imtahandan keçib məktəbə qəbul olmuşsunuz və sinif verilib dərs keçirsiniz. Bax, o dərs zamanı siz, bax, mən özüm də indi bu dəqiqə nədən istifadə edirəm? Konseptual biliyimdən. Yəni, mən də bu dərsi nə vaxtsa öyrənmişəm, amma birə-bir PDF-dəki kimi mi danışıram mən? Yox. Öz sözlərimlə, öz anladığım, başa düşdüyüm şəkildə sizə çatdırıram. Bax, testlərdə də belə tapacağıq. Anladığı şəkildə, başa düşdüyü şəkildə izah verirsə, təqdimat edirsə, bu olacaq konseptual bilik.
Əsas xüsusiyyətlərinə gəlin baxaq. Nədir əsas xüsusiyyətləri müəllimlər? Deməli, deyir, hər hansı bir məsələ ilə bağlı ideya irəli sürmək, əldə etdiyi məlumatları təsnif eləmək, fərqləndirmək, oxşar və fərqliliyi müəyyənləşdirmək, nəticə çıxarmaq, öyrəndiklərini ümumiləşdirmək. Məsələn, deyirəm ki, qısa bir şəkildə bir sual verəcəm. Bizim Əkbər müəllim, sualım sizədir. Bəli, mən. Sizə hansı filmdən deyim bir nümunə? Hansı filmə baxmısınız Azərbaycan filmlərindən? Məsələn, Babək filminə baxmısınız da, tarixçisiniz. Bəli. Babək filmindən danışıyor. Orada nədən bəhs edirsiniz? Orada xalq azadlıq mübarizəsində, yadellərə qarşı mübarizədə, xalq azadlıq mübarizəsində Babəkin başçılığında Xürrəmlər Hərəkatından, onun tarixi əhəmiyyətindən, ümumiyyətlə xalqımızın azadlıq mübarizəsində. Ay sağ ol, vəssalam, kifayətdir. Bax, Babək filmi ən azı bir saat yarımlıq, bəlkə də 2 saatlıq filmdir. Babək haqqında tarix kitablarını oxusaq bitirə bilmərik. Amma adam neynədir? 2-3 cümlə ilə görsən Babək haqqında, Babək filmi haqqında danışdı. Özü oxuyub, tarixçidir. Babəkin həyat yaradıcılığını, fəaliyyətini, qəhrəmanlığını, mübarizələrini oxuyub, ümumi nəyə gəlib? Öyrəndiklərini ümumiləşdirdi ki, bu rəhmətli Babək deməli, mübarizə aparıb, xalq hərəkatına başçılıq eləyib. Deməli, görsən, 2-3 cümlə ilə Titanik filmi nədən bəhs edir? Sevgidən. Deməli, deyirəm, Titanik filmi saf sevgidən bəhs edir, insan sevdiyindən ötəri özünü öldürür. Həm nəsə danışıram da 3-5 cümlə ilə. Deməli, bu nə olacaqdır, müəllimlər? Konseptual bilik. Faktoloji biliklə əlaqəlidirmi? Bəli. Faktoloji bilik olmasa, konseptual bilik də olmaz. Babək haqqında öyrənməsəydi, müəllim bugün danışa bilərdimi onu? Yox. Deməli, kötüyü hara dayanır? Faktoloji biliyi, öyrəndiklərimizi öz sözlərimizlə izahını veririksə, bu olacaqdır konseptual bilik. Bax, burada da cədvələ baxın, hamı ekrana baxsın. Deyir, Şeyx Səfi kompleksi harada yerləşir? Harada yerləşir, müəllim? Ərdəbildə. Ərdəbildə. Görürsünüz, mən bilmirdim. Heç Əfsanə müəllimə də bilmir, Leyla müəllimə də bilmir. Amma bu gün öyrəndik ki, Ərdəbildədir. Deməli, bu faktoloji bilikdir. Bunu bizə, məsələn, indi müəllim izahını verdi, filan yerdə yerləşir, faktoloji bilikdir. Öyrəndikləri nədir? Bax, bunu konseptualda deyir. Öyrəndiklərini ümumiləşdirərək Şeyx Səfi kitabxanasının məşhur olma səbəblərini müəyyən elə. Orada Şeyx Səfi kitabxanası məşhur idi. Niyə məşhur idi? Mən deyim sizə, indi tarixçilər daha yaxşı bilər. Orada kitab sayı çox idi. Orada şərqdən, qərbdən bir çox kitablar deyək ki, gətirilmişdi. Bax, bunun xüsusiyyəti buydu. Bu nə oldu? Konseptual bir, öz sözlərimlə dedim. Məsələn, deyir, Köç hekayəsinin müəllifi kimdir? Adlı Şair. Bunu mən demirəm ki, faktoloji bilikdir də, düzdür. Faktoloji biliyin hansı xüsusiyyətidir? Konsept. Faktoloji Terminoloji. Terminoloji mənim. Spesifik. Dərmanı da götürməmişəm yanıma, ürəyim yatır. Dedim, axı, şair, yazar, şeir, kitab, poeziya görəndə bunu spesifik götürəcək. Yaxşı, diqqətli olun. Bax, testlərdə də bir dənə səhv bizim balımızı aparacaqdır. İndi deyir ki, sizcə gəzintinin sonunda Şah Abbas hansı hissləri keçirdi? Əsərdir, Şah Abbas haqqında bəhs edir. Şah Abbas səfərə çıxıb, o səfərdə nələr olub, gəzintidə nələr görüb. İndi danışıram, deyirəm, valla, mənə görə Şah Abbas səyahətə çıxmışdı, gəzinti zamanı çox xoş təəssüratlarla qayıtdı və s. Öz sözlərimdən gəldiyim nəticəni deyirəm. Bu nə olacaq? Konseptual bilik. Mikrofonları bağlayın, müəllimlər, səslər qarışmasın, xahiş edirəm. Müəllim, mən bir şey soruşmaq istəyirəm.
Buyur. Misal üçün bilmirəm dəqiq ilin nə vaxt çəkildiyin. Misal üçün Titanic çəkilib 1975-də. Mən sual verirəm ki, Titanic neçənci ildə çəkilib? Cavab 1975. Bu oldu faktoloji. Amma yenidən deyirəm ki, 1975-ci ildə filan dənizdə çəkilib. Bu aktyorlar orada iştirak edib. Belə deyəndə olur ya konseptual. Ay sağ ol. Titanic 1975-ci Bəli, başa ildə X bir rəqəm deyirik, çəkilibdir. Dəqiq rəqəmdir da deyir. Mən nə bilim. Falan. Bunu özümdən demirəm ki, faktdır. Bəs onu düzdür. sual kimi verməsəm, birbaş desəm. Birbaş desən də onu özümüz ayıracağıq. Deməli, 75-ci ildə çəkilməsi faktdır da. Bunu özünüzdən demirsiniz ki. Bunu fakta əsaslanıb deyirsiniz. Başa Düzdür? düşdüm. Hardansa öyrəm. Və sonra onun haqqında danışırsınız. Film falan dənizdə çəkilib, belə olub, belə olub. Bu olacaq onun konseptual hissəsi. Bax, sinifə daxil olursunuz, şagirdə dərsi izah edirsiniz. Bəyəm kitabdakını birəbir danışırsınız? Yox. Öz dərsi, bəyək məsələn, müəllim sağ olsun bizə molekulun nə olduğunu izah elədi. Müəllim hansı bilinlə istifadə elədi? Bax, Spesifik. Spesifik, bəli, deməli, fərqində olmadan heç hələ konseptualın kısmını da deməmişdik. Müəllim bizə konseptual biliyini nümayiş etdirdi. Öz sözlərindən başa düşdüyü şəkildə izahını verdi. Bu oldu konseptual bilik. Çətin deyil ki, müəllimlər. Xeyr. Yox. Hə, buyur. Mənim orada Titanic'in misal üçün hardasa dənizdə çəkilməyi Bir-bir, müəllimə. Qoy o adam danışırdı, qoy o sözünü bitirsin, fikrini çatdırsın, sonra biriniz danışın. İndi kim idi birinci danışan danışsın. Sultanə idi deyəsən, Eldarova Sultanə. Buyur. Müəllimə eşidirsiniz bizi? Buyur. Mənim orada misal üçün filan obrazlar var və yaxud da Səsinizi eşitmirəm, müəllimə. Nauşniki çıxardım, belə danışın. Mənim orada dedi Çinarə müəllimə ki, bəs tutaq ki, filan dənizdə çəkilib. O da faktoloji biliyə girmir, çünki dəqiq məlumat da o da. Hə, faktoloji bilikdir. Amma ümumiyyətlə bəs dedim axı, konseptual biliyi özümüzdən danışmırıq. Bax, o konseptual biliyin kötüyü faktoloji bilikdir. Sadəcə indi durub Titanic'i bütün filmi, deyək ki, bütün o 2 saat yarımlıq bir filmdir də, mənə bir 5 cümlə ilə danışır. Əlbəttə ki, faktoloji biliyə əsaslanır. Amma konseptual biliyini nümayiş elətdirir. Elə bir faktoloji biliyindən istifadə eləyərək mənə onu izah eləyir. Bax, indi mən özüm bu dəqiqə neçə saatdır danışıram da bayaqdan, düzdür? Mən neyinirəm burada? Konseptual biliyimi nümayiş edirəm. Özümdən havadan danışmıram ki, mən də hansı mənbəyə istinad edirəm də, faktoloji bir bilikdir də. Öyrəndiyimiz sizə, bax, mənim bu indiki danışığım, bu prosesim, izahım konseptualdır. Sinara müəllimənin də, bax, o izah hissəsi, öz sözlərindən danışması konseptual bilikdir. Yəni ki, ümumiləşdirmə nəzərdə tutulur. Bəli, ümumiləşdirir, danışır mənə. Yaxşı, davam edirik. Üçüncü nə oldu? Prosedural bilik. Prosedur. Prosedur deyəndə ağlımıza nə gəlir müəllimlər? Hərəkət var. Bax, diqqət eləyin. Deyir ki, adından da göründüyü kimi prosesləri, algoritmləri və ya hər hansı bir işin metodlarını, problemlərin həllində hərəkət ardıcıllığını bildirir. Bax, indi mən sizə bir nümunə deyəcəm. Qoy, Gülaya Şirinovadan. Qoy ondan bir sual cavab edeyim biraz. Gülaya Şirinova. Gülaya Şirinova açmadı müəllim nəsə. Şirəliyeva deyirsin. Ya Şirinova. Şirəliyeva. Nəsə ola bilsin düz oxumuyor. Gülaya Şirəliyeva. Gülaya müəllimə. Bax, mən bir şey deyəcəm. Başdan bir sualıma cavab ver. Şagird lövhəyə çıxaraq vurma cədvəlini yazır. İki vurmada, məsələn, 2 rəqəmin 2 vurmasını yazır. Burada hansı bilik növü olacaq? Həm prosedural bilik var, çünki hərəkəti icra edir. Həm də nəyə əsaslanır? Faktoloji biliyə əsaslanacaqdır da, düzdür? 2 vur 2, 4'dür. Bunu şagird özündən yazmır ki.
faktoloji biliyə istinad olaraq hərəkət var. Bax, müəllimlər, çox sağ ol Gülay müəllimə. Hərəkət bildirir. Hardasa hərəkət var. Şagird çıxdı lövhə yazdı. Getdi filan işi gördü. Bunu elədi, onu elədi. Hərəkət bildirirsə və ardıcıllıqla eləyirsə, bu olacaqdır nə? Prosedural bilik. Gəlin, bax, burada nümunə var. Deyir ki, mən qarın ağ olduğunu bilirəm. Qar nə rəngdə olur müəllimə? Qar yağanda. Bu bir video var idi. Deyir, ay Allah qara qurban olub, qar yağır. Baxın, o qar nə rəngdir? Ağ vereyim. Ağ. Bunun mənə görə qırmızı, birinə görə qara, birinə görə yaşıl deyir ki, bu faktdır da, qardır, ağ rəngdədir, düzdür. İndi deyirəm ki, mən maşının necə işə salındığını bilirəm. Bax, maşını necə işə salırım? Maşını işə salmaq üçün, bax, Hərəkət edir. diqqət edin. Ardıcıllıq vardı orada müəllim. Ay, sağ ol. Maşın öz-özünə işlədir. Düzdür, indikilərə belə pultla basırsan, eldən də basırsan, orada kodlanır. O heç. Dədə-baba maşını kodlamaq üçün həyətə düşürsən, qapısını açırsan, açarı daxil eləyirsən, mühərriki işə salırsan, ötürücüləri nə bilim orada nizamlayırsan və s. Bax, görsünüz ardıcıllıqla danışdım, ardıcıllıqla elədim. Burada nə oldu? Ay müəllim, bir sual verə bilərəm. Ay müəllim, burada da bu maşının kodlamasının bir neçə növü yoxdur ki. Bunun da bir növü var da. Necə ki, qarın rənginin ağ olduğu bir faktdır da, maşının da bir üsulla kodlandığı faktdır. Prosedurulla birlikdə onu faktolojiyaya götürə bilmərik. Xeyr. Dedim axı, siz dinləmirsiniz məni. Hərəkət var axı. Bax, müəllimlər, bütün biliklər faktoloji biliyə əsaslanır. Yəni, nəyə öyrəndiyimizə? 5 yaşında uşaq mənim sizin maşının mühərrikini işə sala bilərmi? Xeyr. Gərək onu öyrədək də, öyrədirəm, o öyrənir, bilir. Deməli, neynədir? Fakt yığdı, bilik yığdı başına. Bu oldu faktoloji bilik. Biliyə əsasən də müəllim onda. Sonra onu, yenə deyirəm, müəllimlər, bütün biliklər proseduralda, konseptualda, metakognitiv, hər üçü də faktoloji bilik. Evin tikəndə bünövrənin üstündə tikirsiniz də. Bax, uca göydələnlər var Bakıda. Havada durmur ki, bünövrədədir, düzdür. Faktoloji bilik bax o bir növrədir. O olmasa heç biri olmayacaqdır. Bəli, o maşının mühərriki də yenə deyirəm, faktoloji bilikdir də, açar olması, açardır da faktdır. Açarı daxil eləməsək mühərrik işə düşür. Bunun hamısı faktdır. Amma bu prosesi olaraq, proses olaraq izah edirəm. Bunu yerinə yetirirəmsə, Gülnar müəllimə ekranı yazmayın. Bunları praktiki olaraq yerinə yetirirəmsə nə olacaqdır? Prosedural bilik. Niyə? Hərəkət var burada. Müəllimlər, bax bu, belə deyək də, prosedural bilik bir zamandan sonra fərqində olmadan vərdişə çevrilir. Bax, sabahlar birinci gün, sabah bazardır, birinci gün sizlərdən soruşsam ki, nə işiniz var? Hamı avtomatik deyəcək ki, məktəbə gedəcəm, dərsim var. Yəni, görürsünüz, qeyri-ixtiyarı cavab verəcək. Niyə? Çünki hamınızın işi odur. Artıq səhər yuxudan durub, gedib sinifdə dərs demək bir vərdişə çevrilibdir. Bax, bu hərəkət prosesləri bir müddətdən sonra vərdişə çevrilir. Məsələn, yemək bişirmək. Allah hamınıza ömür versin. İşləyən müəllimlər var, həqiqətən, xüsusən də ailəli olanlar üçün çox çətindir. Dərsdən qaça-qaçla gəlir, axşam kişiyə yemək vermək lazımdır, uşaq orada qışqırır, qaynanası olan vapşim, qaynana-qaynata ilə yaşayanlar yazıqlarını işir, vapşim ağırdır. Avtomatik gəlir, neyinir? Beyin ona köklənib, yemək bişirin. Bir buraya rahatlayayım, bir əli oradan dərsə qulaq asır, bir əli yemək bişirəcək. Görürsünüz, vərdişə çevrilib. O yemək bişirmək sizin bir o prosedural biliyiniz artıq bir müddətdən sonra vərdişə çevrilibdir. Yəni, Xalid bəylə məni mətbəxə salsan, düzdür, mən yaxşı yemək bişirə biləm, onu da deyil, Qazaq yeməkləri. Bizi mətbəxə salsan, biz orada heç elə bir-birimizə baxacağıq. Amma siz mətbəxə girən kimi o qədər vərdiş halına alıbdır ki, siz orada prosedur olaraq onu avtomatik eləyəcəksiniz. Bu da belə, bu da bizim prosedural biliyimizdir. Gəlin, indi cədvəlimizə baxaq. Müəllim, üzr istəyirəm, ardıcıl düşüncə kimi də sancı. Orada necə ardıcıllıq varsa, burada da ardıcıllıq. Ay, sağ ol. Düşünmədə nə deyirik ki, proseslərdə hərəkət var. Hərəkət varsa, deməli, prosedural bilikdir.
Sonra gəlin görək burada vacib demədiyim bunların hamısını. Dedim, nümunələr var PDF-dən özünüz baxarsınız. Mən buradakından da yaxşı sizə həyatdan nümunələr demişəm. Sonuncu nə gəldi? Metakognitiv. Bax müəllimlər. Müəllim, Bəli. bizdə o prosedural bilikdə məsəl üçün mən onun ardıcıllığını bilirəmsə də prosedural bilikdir, yerinə yetirirəmsə də prosedural bilikdir də. Deyirəm ki, filan tənliyi necə həll eləyərsən? Ardıcıl olaraq deyirsinizsə, prosedural bilikdir. Ardıcıllığını deyirsinizsə onu. İndi bilirəm, amma elə ürəyimdə saxlayıb sakit dururamsa, yox. Onu ardıcıl olaraq deyirəmsə, prosedural bilikdir. Və yaxud da hərəkət edib yazıramsa da və yaxud da onu Yəni, yerinə hərəkət yetirirəmsə də. avtomatikdir, bunu bilin. Yəni, hərəkət varsa prosedural. Amma prosedural bilik çox vaxt tətbiqlə əlaqədar olur da. Amma bu Bəli. dediyim o bilmək artıq yadda saxlamaqdır. Bəli, o yenə deyirəm, ya bütün bayaq da dedim, üçü də yadda saxlamağın üstündə qurulubdur. Yadda saxlamasaq o necə Yox, izah taksonomiyaya görə deyirəm. Hə, taksonomiyada bəli, yadda saxlamaq, gəlir sonra anlamaq, yəni anlamadan biz yadda saxlamasaq necə anlaya bilərik? Bəli, orada da indi inşallah keçəcəm, onu da belə açıq bir ödənişsiz dərs eləyəcəm. Orada da zəncir var idi. Prosesin biri qırıldısa zəncirin elə bil o birisi formalaşmayacaq. Yaxşı, metakognitiv bilik. Metakognitiv nədir müəllimlər? İnsanın özü üçün, bax özü üçün çıxartdığı nəticədir. Baş verən bütün proseslərdən özünüz üçün bir nəticə çıxardırsınız. Deməli, bu sizin nə biliyiniz olur? Metakognitiv biliyiniz olacaqdır. Bunu nümunələrdə daha yaxşı başa düşəcəyik. Bax, məsələn, deyirəm ki, ən çox müəllimlər tez-tez bir şikayətlənir ki, öyrənə bilmirik, oxuyuram, yadımda qalmır. Biri, məsələn, oradan qayda deyir ki, ay müəllim, mən qeydlər apararaq öyrənirəm. Qeydlər aparanda daha yaxşı öyrənirəm. Bax, özüm üçün bir nəticəyə gəlmişəm. Özüm üçün bir strategiya müəyyənləşdirmişəm. Buna nə deyirlər? Metakognitiv bilik. Baş verən özümün mənfi və müsbət tərəflərimi görə bilirəmsə, nə olacaqdır? Metakognitiv bilik. Özüm üçün hər hansı bir nəticə çıxarıramsa, bax, özüm. Hər şey mənim özümlə bağlıdır. Deyir ki, filan kəs, məsələn, bu dərsdən kimsə özünə bir nəticə çıxartdısa, nə oldu? Metakognitiv biliyindən istifadə etmiş olacaqdır. Özü üçün faydalı olan hər hansı bir strategiyadan, üsuldan istifadə eləyirsə, nə olacaqdır? Metakognitiv bilik. Gəlin cədvələ baxaq. Mən ev tikmək metod bazarlığa aid ola bilər müəllim? Necə? Ev tikmək metod bazarlığa aid ola bilər müəllim? Ev tikmək? Bəli. Yox, niyə ki? Özüm üçün ev tikirəmdir. O proseduraldır, hərəkət var, daş qaldırsan, o özüm üçün nəticə çıxardıram. Bunu əşyalaraq özümə almaq kimi başa düşməyin. Yəni, özüm üçün proseslərdən bir nəticə çıxardıram. Müəllim, divergent düşüncə kimi də özün elə bir əlavə nələr silirsən. Belə bir şey deyəcəm. Heç hadisələr olubdur mu? Başınıza hamınızın gəlməmiş olmaz. Öz-özünüzə demişsinizmi ki, bu mənə dərs oldu, bir də bu şey eləməyəcək. Demişsiniz belə bir şey. Bəli. O qədər. Deməli, neylədiniz? Metakognitiv biliyinizdir də özünüzə bir dərs çıxartdınız. Birinə 5 dəfə yaxşılıq elə, can, boş üstə, ola, 5 man. Ola, boş üstə, ürəyimi verdim, böyrəyimi verdim, yeməyimi verdim, duzmu. Bir dəfə denən ki, bu duz yoxdur, valla yoxdur. Səndən pis adam yoxdur, hamının içində. Ondan sonra bunu eşidəndə neyinirsiniz? Özünüzdə deyirsiniz. Bu mənə dərs olar. Mən niyə buna yaxşılıq elədim ki? Bax, o gəldiyiniz nəticə nədir? Metakognitiv bilikdir. Özünüz üçün gəldiyiniz nəticə. Və yaxud da deyirəm ki, Bəxtiyar müəllimin də dərsləri var, Zoom dərsidir. Nə bilim, filan kəsin də dərsi var. Oturursan, bir dərs ona baxırsan, bir dərs buna baxırsan. Baxırsan ki, yox, bu filan kəs Bəxtiyar müəllimdən yaxşı izah edir. Mən getdim filan kəsin yanına. Bu nədir? Melekli bazar değil mi? Metakognitiv bilikdir də. Yəni, özüm üçün nəticəyə gəldim ki, Bəxtiyar pisdir, onun dili çətindir, mən öyrənəmirəm. Gedirəm filan kəsin yanına. Özüm üçün nəticəyə gəldim. Bu oldu nə? Metakognitiv bilik.
Bax, özüm üçün nəticəyə gələr. Plan strategiyadan istifadə. Məktəbdə hərənin öz bir dəsti xətti var. Hər müəllimin öz dəsti xətti var. Məsələn, adam var YouTube-dan dərs keçir. Ya buna elə o rahat. Adam var. Mən məsələn Zoom-dan dərs keçirəm. Mən Zoom-da daha yaxşı fikirlərimi ifadə edirəm. Çünki müzakirə edirəm. YouTube-da olanda elə bir divarla danışıram. Sual yoxdur deyən ürəyim sıxılır orada. Burada müzakirə. Bax, bu mənim strategiyamdır da. Bu mənim nəyim olur? Metakognitiv biliyimdir də. Aydındır müəllimlər. Gəlin bu cədvələ də baxalım, sonra test işləyək. Çata baxa bilmirəm, üzrlü sayın. Hə, Aynur Quliyevə çox sağ olun, xoş sözlərinizə görə. Müəllim, metaqognitiv bilik özünün də növləri var idi, elə bil keçən il elə yadımda qalmışdı. Yoxsa o çıxıb daha elə bir şey yoxdur? Yox, metaqognitiv biliyin yoxdur, elə bir növü yoxdur. Faktoloji biliyin iki növü var. Metakognitiv bilikdə heç bir növ yoxdur. Elə anası olsun onun, təhdir. Baxın cədvələ müəllimlər. Perimetr nədir? Perimetr. Tərəfləri cəmi. Yaxşı. Maşallah. Bax, perimetr nədir? Qulaq. Faktoloji biliyin hansı xüsusiyyət olacaq? Terminoloji. Ay sağ ol. Terminoloji. Faktolojinin terminolojidir. İndi konseptual deyirəm ki, perimetr və sahə anlayışını necə fərqləndirərsən? Bax, bunun izahını verirəm. Bu nə olacaq? İzahını başlayıram vermək. Konseptual müəllim müqayisə edir. Konseptual, afərin. Otağın perimetrini hesablayıram. Tətbiq edir. Prosedural. Afərin. Perimetrlə bağlı olan 10 məsələdən 4 səhvim oldu. Bax, bu səhv oldu. Niyə mən səhv elədim? Harada səhv elədim? Ay maşallah. Görürsünüz nə gözəl mənimsədiniz. Sonra, indi testdə lap afərin deyəcəm. 5+ yazacağım. Fonetika. Fonetika nədir? Azərbaycan dilində bir termin. Fonetika. Ayşə. Fonetika bölməsi ilə bağlı öyrəndiklərini ümumləşdir. Mən fonetikada, məsələn, nə öyrənmişəm? Başlayıram. Sözün fonetik təhlilini aparıram. Prosedural. Fonetika bölməsində mən nədə çətinliyim var idi? Hə, müqtada ilə xəbəri biraz yaxşı bilmirəm. Cümlədə müqtada ilə xəbəri seçə bilmirəm. Mən oldu bu? Daha nə istəyirsiniz? Daha nə istəyirsiniz? Maşallah. Haqqında öyrənmədə müəllim verir. Maşallah. Bax, hələ ki yaxşı gedirik. Hələ ki əladır. İndi dərsi yekunlaşdırıb testə keçmək istəyirəm, icazə versəniz. Amma keçməzdən əvvəl son dəfə soruşuram. Heç kim utanmasın, çəkinməsin. Biz öyrənməyə qoşulmuşuq. Burada kimsə kimsədən üstün deyil. Kim nəyisə bilmədi, başa düşmədi, çətinliyi varsa desin, bir də toxunuş eləyək, bir də izah verim. Başa düşdük müəllim, başa düşdük. Testə keçək. Çox sağ olun. Əla, indi keçdik testə. Qoy bunu bağlayaq. İndi adlarını çəkdiyim müəllimlər, bax, xahiş edirəm, bir-birimizə hörmətlə yanaşaq, bir-birimizin testinə müdaxilə eləməyək. Chat bölməsini mən bağlayacağam, orada yazanda ekrana düşür, oxuya bilmirlər. Siz ona görə özünüz üçün qeydlər götürün, zəhmət olmasa. Ki, səhvinizi, düzünüzü bilin. Başlayırıq birinci kimdən? Burada kimimiz var? Bizim Leyla müəlliməmizdən. Dəyərli müəlliməmiz Leyla müəllimə. Buyur. Çox sağ olun mənim dəyər verdiyiniz üçün. Müəllim şagirdlərdən atomların və hissəciklərin quruluşunu və xassələrini soruşur. Şagirdlər sualı cavablandırarkən hansı bilikdən istifadə edəcəklər? Əgər burada müəllim şagirdlərdən faktı da bu soruşursa, deməli bu faktoloji biliyə aid olacaq. Deklarativ bilik müəllim. Afərin. Ay maşallah. Bax, maşallah, izahınız da qəşəngdir. Bax, testdə variant tapmaq lazım deyil. Onun izahını verib sonra variant demək. Bəli, doğru cavabdır, deklarativ, digər adı ilə faktoloji bilik. İkinciyə baxırıq, bizim ikincini kim izah edir? Jalə Məmmədova qoy izah versin bizə. Jalə Məmmədova.
Yaxşı. Ceyran Quliyeva. Nə oldu müəllimlər? Səs gəlir. Torpaqda olan kimyəvi maddələrin strukturunu bilmək hansı biliyə aid edilir? Strukturu bilirəmsə, mən artıq bu faktdır da, fakt olduğuna görə deklarativ bilikdir. Biraz yaxşı fikrin. Torpaqda olan kimyəvi maddələrin strukturunu bilmək. Mən özümə uyğun, öz strategiyamə uyğun. Bilmək onda konseptual götürək. Struktur nədir? Bax qeyd bəli. Deməli, nə olacaq doğru cavabımız? Bəli, bu konseptual variantı. Kimyəvi, torpaqda olan kimyəvi maddələrin strukturunu bilmək. Bu özü üçün nəticə çıxarır. Müəllim. Fikirləşdim ki, o struktur hər hansı ola bilər, kimyəvi strukturdur. O çəkirlər, 5 bucaqlı, 6 bucaqlı və s. Mən o fakt olaraq o istiqamətdə getdim. Sualda biraz var idi. İkinci cavabınız doğrudur. Bəli, konseptual. Müəllim. Bəli. Mənim olsa ki, torpaqda olan kimyəvi maddələrin strukturu hansıdır? Ucu olacaqdır deklarativ. O faktdır da, onu hansıdır desə, özümüzdən demirik ki, bilmək. Özüm üçün nəticə çıxartdım və onu da belə deyək də ümumiləşdiririk. Ümumləşdirmək nədir? Konseptual bilikdir. Yaxşı, davam edirik. Burada kim var başqa? Kim əl qaldırın? İzah vermək istəyənlər könüllü. Əl qaldırsın, mən əl qaldıranları səsləndirəcəm. Siz əl qaldırın, mən görüm. Yaxşı, Xəyalə müəllimə, buyur. Müəllim şagirdlərə insanların virus xəstəliklərinə yoluxma səbəbləri nə ola bilər? Sualına cavab axtarmağı tapşırdı. Araşdırma nəticəsində şagirdlər hansı biliyə yiyələnmiş oldular? Konseptual olacaq, çünki öz təcrübələrindən, öyrəndiklərindən qənaətə gəlirlər. Ona görə konseptual ola bilər. Afərin. Ümumiləşdirilir, nəticəyə gəlir. Afərin müəllimə. Afərin. Siz izah verdinizsə, gözəl izah edə, bəli. Çinarə müəlliməmiz bizim buyursun, izah versin. Bəli, müəllim. Şagirdlər insan təkamülünün bioloji və sosial amillərini birləşdirərək danışırlar. Bu zaman hansı bilikdən istifadə edirlər? Burada bir ümumiləşdirmə var. Özləri öz bildikləri formada, öz biliklərindən istifadə edilərək. Bu da konseptualdır. Afərin. Ay maşallah. Hələ ki hamımız əla gedirik. Doğru izah edir, doğru cavabdır. Afərin, təşəkkürlər müəllimə. Yaxşı, davam edirik. Burada Şəfa Qarayeva. Bəli, elə tarixdən yerinə düşdü. Deməli, burada deyir ki, aşağıdakı tapşırığı yerinə yetirmək üçün şagird hansı biliyin növündən istifadə olunur da? Burada Venn diaqramıdır. Burada da oxşarlıq və fərqli xüsusiyyət varsa konseptualdır. Maşallah. Bəxtimizdən də konseptual arda-arda gəlir, hamısı. Bəli, hadisələrin, proseslərin, oxşar və fərqli xüsusiyyətlərini müəyyən eləmək nədir? Konseptual bilikdir. Afərin müəllimə. Yaxşı, davam edirik. Ellada müəllimə, Ellada Məmmədova. Şagird kvadrat tənliklərin tətbiqi ilə məsələ həllinin yollarını izah edir. Bu zaman hansı biliyindən istifadə edir? Müəllim, burada bir ardıcıllıq var deyə prosedural olacaq. Niyə konseptual demədik? Burada da izah veririk, orada da niyə? Çünki mən burada addım-addım ardıcıllıqla deyir, kvadrat tənliyin tətbiqi ilə. Kvadrat tənliyi istədiyimiz yerdən başlaya bilmərik ki, onun bir ardıcıllığı var da. Ardıcıllığınla, bəli, afərin. Afərin müəllim. Afərin sizə. Halal oldu. Yaxşı. Davam elədik. Əfsanə Abbasova. Buyur, 7-ni siz izah eləyin. Aşağıdakı tapşırığı yerinə yetirmək üçün şagird hansı biliyindən istifadə edəcək? Zaman oxunda verilmiş tarixlərə aid mühüm hadisələri müəyyən edin. Oxunda verilmiş tarixlərə aid mühüm hadisələri. Hərəmə ağlamaq tutur. Fakt var da burada. Heç kim danışmasın yerdən. Olmaz. Mikrofonları bağlayın, xahiş edirəm hamınız. Gəl belə eləyək, bax, əfsanə müəllimə. 1722-ci ildə Səməndər öldü. 1723-cü ildə
nə bilim, İbrahim öldü. A 24-cü variantı. ildə filan kəs oldu. Nə bilim, filan hadisə oldu. Bunu özümdən demirəm ki, mən yedim. Deklarativdir. A variantı. Bəli. Bax, tarixdir də. Bax, deyir ki, zaman oxunda verilmiş tarixə aid mühüm hadisələri. Bax, heç oxu da qoyduq var. Deyir, tarixdə mühüm hadisələri. Bunu mən özümdən deməyəcəm ki, siz özünüzdən deməyin. Siz nə 1722-ci ildə olmamısınız ki, o devirdə? Nə bilirsiniz? Siz bunu hara əsaslanıb deyəcəksiniz? Faktlara Kitaba, əsaslanıb ya deyəcəm. da ki, tarix dərsinə, ya da bizim Əkbər müəllimin dediklərinə, tarix müəllimi. İcazə var Bəxtər müəllim, də istəyirəm. Tutaq ki, mən belə fikirləşdim də hamımızın istəyirəm Bəxtər müəllim. Buyur, buyur. 1722-ci ildə birinci Pyotr Xəzərvan yəni vilayətlərə yürüş eləmək üçün bəyannamə imzaladı. 1723-cü ildə Peterburq, 1724-də İstanbul Sülh Müqaviləsində imzaladı. Bu da belə fikirləşdim. Ay, sağ ol. Hə, bunu müəllim özündən demədi ki, nə də o müqavilə bağlananda yanlarında olmuyor. Bunu da müəllim də hardasa öyrənib deyirlər. Nə olacaq? Faktoloji bilik. Deklarativ. Deklarativ bilik. Afərin. Davam edirik. Kimlə davam edirik? Qoy görək bizə dəqiqə. Mən deyim. Seyid Günel. Seyid Günel. Düz oxuyuramsa. Bəli, müəllim. Buyur, zəhmət Axşamınız olmasa xeyir. 8-i. Axşamınız xeyir. Tarix müəllimi şagirdlərə nə üçün Ərdəbil şəhərinin alınması İstanbul atəşfəşanlıqla qeyd edildi İstanbulda? Sualı ilə müraciət etdi. Şagirdlər sualı cavablandırarkən hansı biliklərdən istifadə edirlər? Artıq anlayır ki, tarixi oxuyub, başa düşüb, izah edirsə konseptual bilikdir də. Ay maşallah. Ay maşallah. Afərin. C variantı. Yaxşı, davam edirik. Maşallah, bu gün aktivdir müəllimlərimiz. Bu görək bizə dəqiqə. Belə əl qaldıranlar, o birlər Gülaya müəllimə ilə bayaq səhv eləməsə sual-cavabda da iştirak elədi. Maşallah. Bu görək. Burada user yazılıb, əl qaldıran. Ay Bəxtər müəllim, burada bir dəqiqə başlayın. Yəni deklarativ olmaz, yəni konkretdir də o filan yerin alınmasına Bir görə. tarix müəllimi şagirdlərə nə üçün Ərdəbil şəhərinin alınması İstanbulda atəşfəşanlıqla qeyd edildi. Sualı ilə müraciət edin. Mən də deyirəm ki, başlayıram danışmağa. Özüm də başa düşmüşəm. Hə, deməlim, bu da 1725-ci ona faktdır da bu. Faktdır, başa düşdüm. Demir ki, neçənci ildə olduğuna. Deyir ki, atəşfəşanlıq qeyd edildi. Bax, nə üçün qeyd olundu? Deyir, mən sual verirəm. Səbəbini izah edirsə, konstitusiyadır. Titanik niyə batdı? Bu da faktı da batıb. Başlayıram ki, danışmağa. Titanik gəmi kapitan yuxulu oldu, köməkçi kapitana etibar elədi. O da vurmuşdu, kefi yaxşı idi, buzu görmədi, getdi, dəydi, batdı. İzah elədim. Nə olacaq konseptə? Bax, görsən, tarixi hadisədir, faktdır, düz deyirsiniz. Amma onu öz sözlərimlə danışacaq. Ona görə konseptualdır. Elə açmışkən 9-u izah verin. Bəli, müəllim, olar. Bəli. Mətni oxuduqdan sonra mətnlə bağlı sualları cavablandırmağın daha yaxşı anlamaya gətirib çıxardığını bilmək hansı biliyə aid edilir? Bu metakognitiv bilikdir. Çünki o başa düşür ki, o daha yaxşı anlamaq üçün mətnlə bağlı suallara cavab verməlidir. Onu özü üçün ən yaxşı doğru yol olduğunu bilir. Ona görə də metakognitiv. Afərin, afərin müəllimə. Adınızı bilmədim. 100 el yazdım. Rövşanə müəllimə. Kompüterdən girirəm, ona görə adsızdır Rövşanə müəllimə. Hə, Rövşanə müəllimə. Afərin, afərin. Gözəl izah edin. Afərin müəllimə. Çox sağ olun. Gəldik. Davam edirik. Əl qaldıranlarımızla. Əkbər müəllim. Buyur. Bəli, müəllim, lütfən deyirəm. İfadə etməyin onun üçün yazı yazmaqdan daha faydalı olduğunu bilirsə, hansı biliyə əsaslanır? Metakognitiv müəllimdir. Afərin. Niyə metakognitiv oldu? Öz üçün ümumiləşdirib nəticə çıxardı da müəllim. Ümumiləşdirməyi qoyduq qırağa. Özü üçün nəticə çıxardı ki, yəni bir elxan mütaliə etməyin onun üçün ya deyir, oxumaq daha faydalıdır, onda daha yaxşı öyrənirəm. Nəinki yazanlar. Yazmaqda. Özü üçün bir strategiya. Afərin, doğru cavabdır.
Yaxşı, davam eləyək. Davam Müəllim, eləyək. burada əl qaldırma işarəsi yoxdur deyə mən əl qaldıra bilmirəm. Yaxşı, danışın. Elə açmış, elə danışmışkən elə bir qaldırmısınız. Buyur. 11-i. 11. Şagird kəsri ixtisar etmək üçün hansı ardıcıllığa əməl etməli olduğunu bilirsə, hansı biliyindən istifadə edir? Demək, kəsri ixtisar etmək üçün ardıcıllıq. Müəllim, burada prosedural, ardıcıl. Şagird kəsri ixtisar etmək üçün hansı ardıcıllığa əməl etməli olduğunu bilirsə, hansı biliyindən istifadə edir? Faktoloji. Kəsri ixtisar etməyin, indi riyaziyyatçılar varsa, burada bir neçə üsulu ola bilər. Amma onu özü üçün bilir, ben indi açıqladım dedim. Aha, anlayır, konseptual. Bəli. Konseptual? Diqqətli oxu, bax, diqqətli. Metakognitivdir mənim. Metakognitiv bilikdir. Ay, sağ ol. Yaxşı. Sonra burada kim? Üzr istəyirəm. Ardıcıllıq var, prosedural olmadı. Bizə dəqiqə, müəllimlər. Bu proseduraldır yəni. Bizə dəqiqə, müəllimlər. Mən 11-ci sual ümumiyyətlə Prosedural müəllimlər. Niyə deklarativlik götürdünüz? Ardıcıllıqla deyir, ardıcıllığa əməl edir. Mən bunu belə başlaşdım ki, yəni kəsrin ixtisar etməyi sadəcə indi onu əgər bilirsə, ixtisar eləməyi bilirsə, bu ardıcıllıqla bu prosesi yerinə yetirirsə, bunu prosedural Ardıcıllıq deyirəm. ifadəsi var, bəli, doğrudur. Ardıcıllıq B variantı prosedural bilik. Düzdür, müəllimə düz izah verdi. Sonra kim izah vermək istəyir? Özü könüllüdür. Müəllim, 12-ni izah eləyim. Müəllimə. Hə, qoy o biriniz deyin. Müəllim şagirdlərə nitq təfəkkürü bir-biri ilə əlaqəsi nədir sualını ünvanlayır. Şagirdlər sualın cavabını araşdırır. Və araşdırma nəticəsində onlar hansı biliyi əldə edirlər? Əgər burada araşdırma varsa, müqayisə araşdırma varsa, artıq burada konseptual bilikdən söhbət gedir. Aha, araşdırır və Bəli, əlaqəsi nədir? Sualını ünvanlayır, şagird sualın cavabını araşdırır. Araşdırma varsa, burada artıq konsept var, konseptual bilikdir. Aferin. 13 mən deyim müəllimə. Buyur, 13'ü siz deyin, yaxşı. Şagirdlər yaddaşın növləri ilə bağlı bildiklərini ümumiləşdirirlər. Bu zaman hansı bilikdən istifadə edirlər? Bildiklərini ümumiləşdirirlərsə, burada artıq konseptual bilikdən istifadə edirlər. Ümumiləşdirirlər, bəli. Ümumiləşdirirlərsə konseptual bilikdir, doğrudur. Sonra Amma desələr ki, yaddaşın növlərini deyirlər, burada artıq deklarativ olardı. Saysalar, bəli. Sonra Jalə Məmmədova var. Buyursun Jalə müəllimə. Jalə Məmmədova. Yaxşı, kim izah vermək istəyir başqa? Mən deyim müəllim 14. Mən deyim müəllim. Təkrar izah eləyənlər deməsin. Mən görə bilmirəm burada. İzah eləməmişəm. Hə, buyur, Əfsanə Mikailzadə. Buyur, 14-dür. 14. Şagirdlər ali sinir fəaliyyətinin əsas tiplərini qrafik təsvirlərdə ayıraraq göstərməlidirlər. Bu zaman hansı bilikdən istifadə edirlər? Konseptual. Niyə? Ayıraraq. Çünki orada ayırma, ümumiləşdirmə. Hissələrə bölmək, bəli, konseptual bilikdir. Məsələn, bir dərsi 2-3 hissəyə bölürük, izahını veririk. Birinci hissəni izah elədik, sonra nümunə deyirik, sual cavab edirik. Bu olur nə? Konseptual, afərin. Konseptual bilik. Yaxşı, Sahilə Rüstəmova desin, 15-i. Sahilə Rüstəmova. Axşamınız xeyir. Mən indi qoşulmuşam, çalışacağam ki, cavab verim. Olsun, eybi yox. Görün belə biləcəm. Cavabı 32 olan hesablama əməliyyatının yolunu bilmək hansı biliyə aid edilir? Bunu yolunu bilir. 32 bilir. Öz yolu ilə bilir, yoxsa mən götürərdim A. Amma yolunu bilir deyil. Onu heç. Mən məsələn uzaq başı metakognitivlə prosedurda biraz qalardım. Yox, faktoloji deyildi. Hə, bir dəqiqə müəllim onda. Bir dəqiqə müəllim. Yolunu bilir. Yəqin ki,
özünə Yolunu uyğun. Elə bilmək nədir? Bax, mən deyim də. Yolunu belə bilirsə, 32-ni özü necə alınıbsa, onun deyim müəllim, ardıcıllığını bilir də. deyim müəllim, özü bildiyi qaydada məsələn qeydlər götürməklə və onda metakognitiv gedir də D variantı. Ay Yox? müəllim, niyə? Onda konseptual. Ay Allah. Yolunu Müəllim, bilirsə proseduralda da Bax, həllinin müəllimə, Sahilə müəllim. ardıcıllıq var müəllim. Müəllim Bəs düzdür, deyirəm düzdür. axı, Mən mən başqasını bunu da da oxuyum, nə verdim. olmaz. 32-ni necə almaq lazım olduğu, onun yolunu bilir də. Yəni, Hədə ardıcıllıq var, düzdür müəllim. Növbətini də birini də oxuyum, olar. yaxşı, olar, buyur. Ay dedə belə ki, prosedural biliyə aid olmayanı siz. Bir Sözün fonetik. misal var, yenilən güləşçisi deyir, güləşə doymaz. İndi ondan betəri gəldi müəllim. Prosedural biliyə aid olmayanı seçək. Olmuyor. İstəyirəm, demək, sözün fonetik təhlilinin yolunu bilmək. Fonetik təhlildə ardıcıllıq var. Bu aiddir, bildim. Sonra tənliklərin həllində hansı metodlardan istifadə etsin? Burada da tənlikdə ardıcıllıq gedir, var. Müxtəlif esse növlərinin meyarları müəyyənləşdirilməsi burada qalır. Bu konseptualdır. Sosial elmlər üçün olan tədqiqat metodlarını bilmək, sosial elmlər üçün müxtəlif bioloji fenomenlərin təkamül nəzəriyyəsi baxımından izahını bilmək. Qaldım belə. Prosedur. Burada hansındasa ardıcı müxtəlif esse növlərinin meyarlarını müəyyənləşdirmək. Esse müxtəlif bioloji fenomenlərin təkamül nəzəriyyəsi baxımından Hansının arasında qalmısınız? Elmlər üçün olan tədqiqat metodlarını bilmək, ayırmaq. C ilə Y-nin arasında qalmışam. A ilə B deyil, 100%. A, B deyil. C ilə D-də də yüngül tərəddüd edirsiniz, belə başa düşdüm. Əsas da C ilə Y-dədir. Yaxşı, D deyil, onu deyim sizə. Müxtəlif esse növlərinin, mənim dərsə qulaq asmamaq belədir. Müxtəlif esse növlərinin meyarlarını müəyyənləşdirilməsi. Bu dərsimiz ani oldu, plansız oldu deyən. Bəli. Müəyyənləşdirmə belə dedim, niyə? Müəyyənləşdirmə konseptual biliyyədir. Mən biraz adca keçəndə məlumatım var, qoşulmamışam dərsdə. Eləcədir. Prosedural biliyə aid olmayanı seçin deyir. Aid olmayanı, diqqətli ol. Müəllim, Y variantı. Demin. Qoy öz tapsın. Y variantı. Niyə Y variantı? Meyarlarda izahını bilmək şeydir də, mənim faktolojidir də, ona görə. Bax, müxtəlif bioloji fenomenlərin təkamül nəzəriyyəsi baxımından izahını bilmək. Bax, bu nəyə var? Bioloji fenomenlər, təkamül nəzəriyyəsi. Nəyə aid olacaqdır bu? Faktolojidir də müəllim. Oy, Müəllim, bu dərsə prosedural biliyə aid, prosedural biliyə aid olmayanı, A-dan, bax, A olmayanı. Bunlar hamısı prosedural bilikdir. Ardıcıllıq var. Müəllim, C variantın izahını verə bilərsiniz, zəhmət olmasa C-nin. Siz, bax, müəllimə, mən həmişə öz müəllimlərimə deyirəm, sizin səbirsizliyiniz, tələskənliyinizdir bu testi səhv yazmaq. Qoy bizə dəqiqə, mən bunu qələmə çevirim, mən sizə indi izahını verirəm. Birinci növbədə sualın şərtini anlamadan qaçsınız. Deyir ki, prosedural biliyə aid olmayanı. Məntiqlə indi bax, deməli bunun 5 variantdır da, düzdür. Bunun 4-ü prosedural biliyə aiddir. Biri aid deyil. Biri aid deyil, düzdür. Mən sizə baxıram, siz bunu C-yə konseptual deyirsiniz. Deməli, burada 4-ü bu deyir, müxtəlif esse növlərinin meyarlarını müəyyən eləmək. Meyar deyəndə meyarlarda hər zaman nə olur? Prosedural. Meyarlarda orada ardıcıllıq var. Məsələn, bəli, düzdür. Gəl belə deyək, sizə sadə bir nümunə deyəcəm. MİQ-ə hazırlaşırsınız. Onun qəbul meyarları var da. MİQ-in qəbul meyarı nədir? Qeydiyyatdan keçirsiniz, hazırlaşırsınız, nə bilim, sənəd verirsiniz. Birinci müsabiqə olur, sonra müsahibə olur. Müsabiqə hansı meyarlar əsasında olur? Çərçivə sənədi verilir. Görsən, ardıcıllıq var. Deməli, bu nədir? Proseduraldır da. Tələskənlik eləyirsiniz, ona görə də bax, variantlarda səhv eləyirsiniz, 17-ni verməyəcəm sizə. Yox, verməyim. Mən dərsi yəqin izahını atasınız qrupa. Bəli, atacam. İnşallah ki, yaxşı olar. Uğurlar sizə. Davam edirik. Kim var burada? Əfsanə Mikailzadə, siz izah elədiniz də, səhv eləmirəmsə.
Başqa kim izah vermək istəyir? Ürəkli olun. Bəli, müəllim, izah elədim, yenə Onlar izah edə Əl bilərəm. qaldıranlar var. Onlar aktivdir. Bayaq da sual-cavabda iştirak edirəm. Mən biraz o passiv müəllimlərimizi bu istəyirəm ki, prosesə cəlb edeyim. Bax, burada gör maşallah neçə müəllimdir dərsimizdə. Xeyli müəllim var. 45 müəllimdən necə bu arxa Nərmin Yaqubova. Buyursun görək bir izah versin 17-yə. Nərmin Yaqubova. Salam müəllim, axşamınız xeyir. Salam, axşamınız xeyir. Mən deyəsiniz. Buyur. Deməli, konseptual biliyə aid olmayanı seçək. Müxtəlif psixoloji problemlər haqqında bilik, nitq hissələrinin təsnifatı, sahibkarlığın müxtəlif növləri haqqında bilik, federativ idarə etmənin xüsusiyyətlərini bilmək. Aid olmayanı soruşur. Konseptuala aid olmayan. Deməli, biri konsept 5-i, 4-ü konseptuala aiddir, biri aid deyil. Mənim izah verə bilərəm. Yox, tələsmə. Niyə özü izah verəcək? Müəllimə qaçıb gizlənmişdi, tapmışıq. Bax, deyir ki, müxtəlif psixoloji problemlər haqqında bilmək. Bu bilikdə də konseptual bilikdə öyrəndiklərimizi izah edirik, danışırıq. Yəni, konseptualı nədir? Öz sözlərimizlə danışmaq, ümumiləşdirmək, təsnif etmək, hissələrə bölmək. Mən deyirəm ki, müxtəlif psixoloji problemlər, bax, A, B, C psixoloji problemlərini bildim. Bu nədir? Faktdır da, düzdür? Bəli, faktdır. Bu aiddir. Nitq hissələrinin təsnifatı. Bu da aiddir də, təsnifatı. Konseptualı aid olmayanı. Bax, aid olmayanı. Bayaq bunu dedim, məncə budur, B bəndi. Yaxşı, sual qoyuram. Davam. Sahibkarlığın müxtəlif növləri haqqında bilmək. Bilirik də, bu da aiddir. Federativ idarə etmənin xüsusiyyətini bilmək, bir də müxtəlif geoloji dövrlər haqqında. Məncə də B deyə, hamısı bir-birinə uyğun gəlir konseptual biliyə. Niyə? Burada məncə E-dir. Nəyə görə E? Müxtəlif. Baxımıza tapmayalım da. Yaxşı, kim izah vermək istəyir? Mən deyim, müəllim. Konseptual biliyə Ceyran müəllimdir. Ceyran müəllimə qoy izah versin. Diyanın Ceyran müəllimə qoy izah versin. Burada qeyd olunur, konseptual biliyə aid olmayanı seçin. Müxtəlif psixoloji problemlər haqqında bilik, bu deklarativ bilikdir. Bu adından göründüyü kimi bizim yəni ki, spesifikdir, ya belə. Nitq B-ni saxlayıram, çünki B aid olmayandır. Bizə dəqiqə, mən də bayaq səhv eləmişəm. Aid olmayanı. Özüm müəlliməyə deyirəm, özüm aid olanı seçirəm amma. Bəli, müəllim. Aid olmayanı deyir bizdən, aid olmayan. Hə, bildim. Hə, mən tapdım, sizi bilmirəm. Bu test sizə deyim ki, mən deyim. Mən olar mən deyim. Qoy Ceyran müəllim izah versin. Leyla müəllimə desin, xahiş edirəm. Leyla müəlliməmiz bayaqdan israr edir. Buyurun müəllim. Buyur Leyla müəllim. Müəllim, burada D bəndidir. Federativ idarə etmənin xüsusiyyətlərini bilmək. Bu metakognitiv biliyə aiddir. Federativ idarə etmənin xüsusiyyətlərini bilmək. Federativ idarə etmə nədir? Xüsusiyyətləri bilmək deklarativ bilikdir. Konseptual bilikdir. Bax, federativ. Yəni, bu tarix müəllimimiz vardı. Bayaq Əşbər müəllim dərsdəsiz. Federativ idarə etmənin xüsusiyyətləri hansılardır? Federativ idarə etmənin xüsusiyyətləri müəllim. Federasiya şəklində öz daxili müstəqillərini qoyub saxlayıb, federasiya şəklində birləşirlər, də müəllim? Aysa, bunu müəllim özündən demir ki, yəni bunun praktiki bir xüsusiyyəti var da, düzdür? Bu konseptual bilikdir. Bu konseptualdır, yoxsa faktoloji? Deklarativdir. Deklarativ var, bu faktoloji bilikdir. Faktoloji bilikdir. Aysa, və yaxud da digər adından deklarativ də deyə bilərik. Özünüz dediniz ki, nəyisə xüsusiyyətini bilmək spesifik bilikdir. Aysa, federativ idarə etmənin xüsusiyyətini faktoloji biliyin nəyi olacaq? Spesifik xüsusiyyəti olacaq. Bayaqçı müəlliməni də mən çaşdırdım. Burada olmayanı deyil, mən olanları seçirdim.
Yaxşı. Kim davam eləmək istəyir burada? Benim Gülşən. Bəxtiyar müəllim, mən heç deməmişəm. Hə, buyur denən o zaman. Buyur mən buradan çıxım. Hə. 18-ci sualda bizə deyir ki, metakognitiv biliyə aid olanı seçin. Azərbaycanda Cənub Bayaqdan aid olmayan xanlıqlarının deyil, indi aid olanı seçəcək. indi aid olan. Azərbaycanda Cənub xanlıqlarının ümumi cəhətlərini bilmək. Bu nəyinsə ümumi cəhətini bilirsə metakognitiv deyil. Məsələnin həll yolunu bilirsə, yəni ki, bu ardıcıllıq var, yəni ki, prosedur olacaqdır, metakognitiv olmaz. Xəritə və qlobusda nöqtələrin coğrafi mövqeyini təyin etmək üçün dərəcə torundan istifadə etmək. Yox, nədənsə metakognitiv odur ki, öz biliyinə əsaslanmalıdır. D-də mütləq və nisbi hündürlüyün nə olduğunu bilmək, yəni ki, bu deklarativdir, xatırlayır. Yadda saxlamanı təmin etmək üçün istifadə olunan strategiyaları bilmək, yəni ki, Y variantı olacaqdır. Çünki onu özü üçün, onun yadda saxlamanı təmin etmək üçün özündən strategiyalar eləyirsə, onları bilirsə, yəni ki, metakognitiv olacaqdır, Y variantı. Yəqin ki, yox, elə doğru dediniz. Yadda saxlamanı bu ifadəni görən kimi bir çoxları bəlkə də yadda saxlama düşəcək, götürərdi, deklarativlik. Amma yadda saxlamanı təmin etmək üçün istifadə olunan strategiyalar. Yəni, deklarativ biliyi möhkəmləndirmək üçün mən özüm bir strategiya seçirəm. Strategiya. Bəli, doğru cavab Y variantıdır. Afərin. 19-u izah versin kim? Oxuyun. İzah verin müəllim. İzah eləyənlər yox, izah etməyən kimsə varsa desin, buyursun. Buyur. Müəllim şagirdlər Müəllim şagirdlərə nəyə görə buyur oxu. Müəllim şagirdlərə nəyə görə başqa planetlərdə həyatın olmadığını və həyatın olması üçün hansı şərtlərin vacib olduğunu araşdırmağı tapşırdı. Şagirdlər müxtəlif mənbələrdən istifadə edərək araşdırma apardılar. Araşdırma nəticəsində onların əldə etdikləri biliklər necə bilik oldu? Faktoloji kapsel. Burada konseptual bilik, çünki araşdırma aparırlar. Və öyrənirlər. Məlumat öyrənirlər, bilik əldə edirlər. Afərin. Afərin müəllimə. Deyir, müəllim şagirdlərə nəyə görə başqa planetlərdə həyatın olmadığını və həyatın olması üçün hansı şərtlərin vacib olduğunu araşdırmağı tapşırır. Düzdür? Müqayisə eləyəcək də, niyə var? Məsələn, yerdə həyat var, deyək ki, X bir planetdə yoxdur. Bunları bir-birindən nə edəcək? Müqayisə eləyəcək. Və o müqayisə nəticəsində analiz aparacaq, təhlil eləyəcək, ümumləşdirib bir qənaətə gələcək. Bəli, doğru cavabımız afərin, B variantı konseptual bilik. Son bir testimiz qaldı, bunu da kim izah verirsə? Deyim müəllim, axşamınız xeyir. Axşamınız xeyir. Biliklə bağlı yanlış fikir hansıdır? Faktoloji bilik bulum taksonomiyasının müxtəlif mərhələlərində işlənə bilər. Bunu saxlayaq ofislərə baxın. Metakognitiv biliyə öyrənmə prosesindəki bəzi strategiyaları bilmək vacibdir, bu düzdür. Uzun riyazi əməllərin yerinə yetirməsi prosedur biliyin tətbiqini tələb edir, bu da düzdür. Prosedur bilik müəyyən müddətdən sonra avtomatikləşə bilər, bu da düzdür. Faktoloji bilik digər biliklər arasında əlaqə qurmağı tələb edir, bu da düzdür. A variantı səhvdir də mənim. Faktoloji bilik bulum taksonomiyasının müxtəlif mərhələlərində işlənə bilir. Məncə işlənə bilmir axı. Mən dərsdə nə dedim? Hamısının kökü ora bağlanır. Kimin də onu deyən? Dedim, axı, hər şeyin kökü faktoloji biliyə dayanır. Faktoloji biliyi olmazsa, deməli, variantı bizdə nə soruşur? Yanlış fikri soruşur. Bir də oxuyun, zəhmət olmasa, tələsməyin, özünüzü qeyd edin, qoy müəllimə özü tapsın. Faktoloji bilik digər bilişim. Aha, oxu. Oxu müəllimə, oxu. Müəllim, onda Y variantıda faktoloji bilik digər biliklər arasında əlaqə qurmağı tələb edir. Xeyr. Tələb edir ya, faktoloji. Etmir. Hər biliyin B variantına, Y variantının arasında tərəddüd edirəm. Hansı variantına? Y ilə hansının arasında qalmışsınız? Müəllim D dedim. Müəllim D dedim. Y-dən D. C. Bax, müəllimə, indi izah edin. Deyir, faktoloji bilik, bulum taksonomiyasının müxtəlif mərhələləri ilə
işlənə bilər. Bəli, bütün mərhələlər, yəni o belə deyək ki, kötüyə dayanır. Faktoloji elmi əsaslara dayanır. Bu doğru fikirdir. Bizdən nədir? Yanlışı soruşur. Metakognitiv biliyə öyrənmə prosesinin bəzi strategiyalarını bilməkdə və bəli. Elə strategiya deyilsə bu metakognitivdir. Bu da doğrudur. Uzun riyazi əməllərin yerinə yetirilməsi prosedural biliyin tətbiqini tələb edir. Bəli, o qədər tənliklərdə o ardıcıllığı bilməsək tənliyi həll edə bilərikmi? Xeyr, bu da doğrudur. Prosedural bilik müəyyən müddətdən sonra avtomatikləşdirilə bilər. Hələ misal da çəkdimi mətbəxdən. Deməli, biz dairə dedimi, müəllimdən soruşsam bir dərsə gedəcək. Avtomatik. Deməli, bu doğrudur. Faktoloji bilik digər biliklər arasında əlaqə qurmağı tələb edir. Xeyr. Azərbaycan paytaxtı Bakıdır. Yəni, bunun kimya ilə nə əlaqəsi ola bilər? Yəni, heç bir əlaqə tələb, hər bir fənnin özünün faktoloji biliyi var və bu hər hansı bir növ digər biliklə tələb eləmir ki, mütləq əlaqə olmalıdır. Müəllim, bir də 17-ci sual var idi bayaqlarım. Orada konseptual biliyə aid olan istəyir də, yəqin ki, şərtdə səhv düşüb, yoxsa necə? Hamısı orada konseptual biliyə aid idi axı. Neçənci sual, nə oldu? 17-ci sual. 17-ci suala bir dənə qayıda bilərsiniz. Necə deyil də müəllim? Hə, nə istəyir? Aid olmayanı deyir. Bəs mən də Burada hamısı konseptual biliyə aiddir da, yəni bir dənəsi aid olmuyor. Da aid olmayanda biz burada federativ idarə etməni seçdik də. Bu da faktoloji biliyin spesifik xüsusiyyətinə uyğun olur. Mən də bayaq bunu olmayanı xətt çəkdim. Müəlliməyə də olmayanı dedim, amma olanları götürürdüm. Mən də bunu bayaqlarım. Mən bir set səhifə oldu, bax, tam başa düşə bilmədim. Ona görə bir də soruşdum onu. Hə, yox, olmayanı soruşur. Bəli, burada da federativ idarə etmə xüsusiyyətləri, yəni onu spesifik xüsusiyyətlərini deyirlər. Faktoloji biliyin spesifik xüsusiyyətidir. Belə müəllimlər, dərsimiz bitdi. Kimin nə sözü, sualı, tapşırığı? Çox sağ olun müəllim. Çox sağ olun müəllim. Allah sizdən razı olsun. Bu mehfara müəllim yox idi mi qrupda müəllim? Sağ olun müəllim, gecəniz xeyir. Sağ olun, gecəniz xeyrə qalsın. Allah amanətlə. Növbəti dərsdə görüşək. Çox sağ olun müəllim. İnşallah davamlı olar dərsləriniz. Sağ olun. Müəllim canlını, əgər canlı belə sürü dərs keçəcəksə, xahiş edirik. Statusda falan paylaşın. Əvvəldən məlumatınız olsun. Bir anlıq elə qərar verdim ki, digər müəllimlər də qoşulsun. Amma belə normalda bəli, əvvəlcədən paylaşacağam. Canlı videosu göndəriləcək. Var, yüklənəcək, YouTube-a yüklənəcəkdir. Narahat olun. Təşəkkür edirəm, sağ olun. Sağ olun, Allah amanında müəllimlər. Sağ olun müəllim.